Cəfər Cabbarlı, Oqtay Eloğlu, 6 pərdəli faciə. İştirak edənlər: Oqtay Eloğlu, Firəngiz, Sevər, Səməd bəy, Gülgəz, Hacı Zaman, Aslan bəy, Nadia, Nərgiz, Tamara, Xaspolad, Mazandaranski, Şahqulu, Şekinski, Dursun, Muxan, Elxanlı, Rüstəm, Özdəmir, Şvarts, Qaçaq, Mor. 1-ci pərdə. Səhnənin arxası. Solda Oqtayın bəzənəcəyi. Bir tərəfdə bəzəntilər və başqa səhnə şeyləri. Aktyorlar gavə qiyafələrində ora-bura gedirlər. Nadia: Firəngiz, qoy pərdə qalxsın. Aslan bəy lojada otursun. Sonra gələrik. Yoxsa bizi burada görərlər. Hələlik Oqtay da məşğul olar. Firəngiz: Yaxşı Nadia. Bugün daha unutmayacağam. Gələcəm. Nadia: Mən səni gətirərəm. Hələ gəl. Gedirlər. Oqtay və Tamara girir. Oqtay: O tam başqa bir sözdür. Sonra zalım, yırtıcı bir hökmdar qarşısındasınız. Əllərinizi qorxulu bir həyəcan içində uzatmış. Bax belə. Göstərir. Deyirsiz, söyləyin. Tamara: Onun xabarı bala yoxdur. Oqtay: Yenə bala? Belə, belə. Tamara: Nu, balaca deyirəm. Bala, bəla. Oqtay: Bala это ребенок. Bəla это несчастье. A belə, это значит так. Dursun: Oqtay, salonu dağıtdılar. Saat 10-dan işləyir. Oqtay Dursuna: Bu saat. Tamaraya: Siz öyrənin, mən bu saat. Tamara: Oqtay, mən rolumu yaxşı öyrənmişəm, ancaq biraz sözlərini deyə bilmirəm. Dursun: Bəs biz nə sayıq eləyək? Gecə keçdi, heç bir şey hazır deyil. Oqtay: Xaspolad gəldi mi? Dursun: Yox. Oqtay: Şekinski? Dursun: Heç biri. Oqtay: Dedim ki, evlərinə adam göndərin. Dursun: 3 yol göndərmişəm, evdə yoxdur. Oqtay: Axı indi mən başıma nə daş salım? Bu da insanlıqdır ki, cəmaatı 4 divar arasına doldur da özün baş götür çıxır get. Axı bir anlamalıdır ki, onsuz da teatrdan qaçan xalqımızı yalvararaq bilet satdığımız 3-4 zavallını da qaçırırsınız. Mazandaranski: Oqtay, antreprenyor mənzil pulu istəyir. Deyir pərdədən əvvəl mənim pullarım verilməlidir. Dursun: İndi nə etməli? Oqtay: Bəs Tabasaranski hardadır? Get söylə, adamlar gəlməmiş adam tapsın. Mazandaranski: Raboçilərə də dedi, hamısı getdilər. Çıxıb getdilər. Dursun: Oqtay, bu gecə heç bir şey çıxmayacaq. Cəmaat da azdır. Çarəsi yox, oyunu saxlamalıyıq. Oqtay: Olmaz. Sən get söylə, adamlar gəlməmiş, xalq oyuncaq kimi əldə oynada bilməz. Bugün saxlasan, sabah kimsə bu qapıdan keçməz. Bir nəfər də olsa oyun getməlidir. İvanovski hardadır? Tamara: Oqtay, bəs mən nə parik geyinəcəm? Oqtay: Tapşırmışam, gedin alın. Rüstəm bağıraraq: Oqtay, bu zəhrimar qalxanın bəs dəstəsi olmaz? Oqtay: Allahın boynu sınsın, bilmirəm bu 400 milyon qoyun kimə gərəkdir. Qardaşım, qalxanın dəstəsi yoxdur. Bax, budur, bir parça ip. Səri olsun dəstə. Şahqulu: Oqtay, İvanovski gavədən əvvəl Zöhhakin taxtacını sərnigün elətdirdi. Deməli, oyun qurtardı. Oqtay: Əsəd bəy onu görmədimi? Şahqulu: Əsəd bəy ona dedi ki, oyun cəmiyyəti xeyriyyə üçün oynanır. Sabah cəmiyyətin pulundan da olsa mənzil kirayəsini verərəm. Qulaq asmadı. O da dedi oynamasın, çıxdı getdi. Dekorasiyaları da söküb hərəsini bir divara söykədilər, özləri də gedirlər. Oqtay: Yəni kassada heç pul yoxdur? Heç olmasa... Şahqulu: Baxdılar, vur tut 8 manat pul var idi, onu da paltar üçün vermişdilər. Oqtay: Allahu Əkbər. Şahqulu: Oqtay, indi ki Əsəd bəyə də demisən, gəlin oyunu saxlayaq, başqa çarəsi yox. Oqtay: Olmaz, oyun saxlanmaz, xalqı çiysindirirsiniz, anladınız mı? Şahqulu: Al bu üzüyümü apar ver, söylə sabah parasını düzəldib verərik. Şahqulu gedir. Tabasaranski nə oldu? Dursun. Çağırır.
Dursun. Tabasaranski keyflənmiş, yatmışdı. Dedim, dedi cəhənnəm olsun, hamısı, oynamasın. Deyir, mən rejissoram, belə deyirəm. Oqtay. Bunlar Azərbaycan xalqı üçün sənət yaradacaq, mübarizə aparacaq, səhnə düzəldəcəklər. Dursun, get söylə, birinci pərdədə Həsən də soyunsun, Xaspolatın rolunu oynasın. Mazandaranski. Canım, düz gəlmir, oynamayanda qiyamət qopmaz ki. Rüstəm. Oqtay, qılıncım yoxdur ha. Dursun. Oqtay, İlyasgil qapıları bağlayıb meyxana deyirlər. Həsən də qumar oynayır, qulaq asmadılar. Dursun gedir. Tamara. Oqtay, daha mən gedib soyunum da. Oqtay. İlyas, getmək istərkən. Bir dəqiqə durun. Şekinski. Bu oğlan aşiqdir, Leyla adlı bir gözələ. Bağıraraq çıxır. Oqtay. Zəhrimar. Leyla adlı bir gözələ 8 saatlı cəmaat gözləyir. Saat 11-də durub gəlmiş ki, Leyla adlı bir gözələ. Şekinski. Saat 11 hardan oldu? Nə eləyim? Acından ölməyəcəm ki, işimi bitirməmiş durdum gəldim. Deyəsən saman yeyəcəm. Top kimi partlayır, sanki əlimə imperial filan sayacaq. Oqtay. Əzizim, quzum, gözüm. Mən pul alıram, sən yox. Boynuna götürmüsən, cəmiyyətdən utanmırsan, bari cəmaatdan, səhnədən utan. Şahqulu. Oqtay. İvanovski çıxıb getmiş, üzüyü verdim, Dursun aparıb onu tapsın, bilmirəm. Xaspolat. Oqtay, mən hansı qapıdan çıxacam? Şahqulu. Heç qapı var ki, çıxasın. Oqtay. Odur da, Xaspolat, əzizim, bu vaxtda de hardasan? Xaspolat. Valla Oqtay, 1-2 gün orucum qalmışdı, bugün iftar açdım. Oqtay. Oruc sənin belini sındırsın. Məsuliyyət qanmayan, dilsiz ağızsız heyvanlar kimi əyilib qalxan, yeyib yatan zavallılar. 10 gündür çalışıram, deyirəm, gecə yarıdı, durub gəlmisən, hansı qapıdan çıxacam? Gəl bura, Muxan oturdu, soldan çıxdın, baş əydin, əyil, öz əyilir, əyil də. Xaspolat, Oqtay, mən orada elərəm. Şahqulu, qorxur ki, hərəkətini oğurlarlar. Oqtay, yaxşı, Xaspolada, sözünü de. Xaspolat, Oqtay, valla mən axşam deyərəm. Oqtay, canım, axşamdır da, saat 11-dir ki, evini Allah yıxmasın. Hanır olun? Xaspolat, valla yadımdan çıxıb evdə qalıb. Oqtay, of, Allah qırsın sizi. Yaxşı, baş əydin. Əy də, qardaş, belində ağac bitməyib ki. Mazandaranski. Oqtay, mən bilirəm Xaspolat neçin əyilmir. Qorxur ki, əyləndə papağı düşər, başının keçəlliyi görünər. Xaspolat, zəhrimar, dərd, sarsaq oğlu sarsaq. Oqtay, yaxşı, qardaşım, işini gör. Xaspolat, görmürsən heyvan oğlu heyvanı? Şahqulu, xeyr ha. Bankaya düşmüş milçək kimi indi də vızıldayacaq. Oqtay, bəsdir. Xaspolat, insanın gərək zatı qəmbərqulu olmasın. Şahqulu, yaxşı, burnunu o tərəfə çək, gözümü çıxartdın. Oqtay, ay başınıza dönüm, ay yoldaşlar. Axı mən də yazığam, mən də oynayacam. Belə iş olmaz ki, boğazımın pərdələri partladı. Görürsüz ki, 5 gündür gözümü yummamışam, valla səsim çıxmır. Şahqulu, canım, bizə nə var? Tutaq ki, başının keçəlliyini gizlətdi. Burnunu nə cür gizlədəcək? Oqtay, yaxşı, atam, siz qutarın, biz sonra başlarıq. Xaspolat, hər kəs mənlə zəhnədə zarafat edər, belə onun atasına lənət, ölüsünə lənət, dirisinə lənət. Mazandaranski, onun için deyirsən? Keçən dəfə səhnədən bir burun çıxdı, gəldi, xülasə, yarım saat sonra Xaspolat özü göründü. Oqtay, bitirdinizmi? Xaspolat, Oqtay, atam, mən oynamıram, vəssalam. Gül kimi əlimdə işim, alış-verişim. Şahqulu, saat 12-dir, onsuz da oyun olmayacaq. Get o başdanlığa. Oqtay, Mazandaranski, get, bu saat get, sənə deyirəm. Xaspolat, haydi, sən də get, suflyordan kitab al, sözlərinə bax. Mazandaranski gedərək. Savadı var ki, oxusun. Oqtay, Şekinski, get geyin. Dursun. Oqtay, üzüyü verdim İvanovskiyə. İndi də raboçilər çıxıb gediblər. Deməli, qaldı. Oqtay, Allahu Ekber. Şahqulu, uşaqlar soyunsunlarmı? Oqtay, kimsə soyunmasın, özüm işləyəcəm. Şahqulu,
Dekorasiyaları hardan tapacaqsan? Mıx yox, çəkic yox. Oqtay, yerdən bir daş götürür. Budur çəkic. Canım çıxar, özüm hər şeyi tapar, düzəldərəm. Rüstəm. Oqtay, mənim qılıncım yoxdur. İvanovski vermir. Oqtay. Get söylə, borcudur versin. Yoxsa gəlib hamısını ayaq altına tökər, parça-parça elərəm. Bu sağ divar. Qaldır. Götürürlər. Tamara, artlarınca gedərək, Oqtay. Oqtay. Hazırlaşın, səhnəyə çıxarkən bir də söylərəm. Bu sol divar, haydi. O çəkmələri çıxar. Şəkinski. Dünən rejissora dedim, Oqtay, mən rejissor filan bilmirəm. Zöhrakın sarayında diktaban çəkmə geyilməz. Çıxar deyirəm sənə. Bu da biri. Dursun, götür. Səməd, Şahquluya. Söyləyin, Səməd gəlmiş. Bəzənəcəyə girir. Oqtay, hər şey yerində. Oynayanlar səhnəyə. 3-cü zəngi verin. Suflör yerindəmi? Boş adamlar səhnədən. Haydi, zanaves. Sola işarə verilir. Pərdə qalxır. Oqtay dönərkən, Şəkinski, bu oğlan aşiqdir. Oqtay, əzizim, axı oyun gedir, nə bağırırsan? Şəkinski qaçır. Aktyorlar pərdənin dəliklərindən baxırlar. Oqtay girir. Oqtay, gün aydın. Səməd, əlin neçin qanamış, bağla onu. Oqtay, heç, mıx dağıtdı. Səməd, Oqtay, dünən anam bizə gəlmişdi. Yalvarıb məni göndərdi. Axı belə iş olmaz. Oqtay, Səməd bəy, istəyirsiniz sözlərinizin hamısını söyləyim. Atadan sonra dükan bağlandı, malı dağıldı, evə gec gəlirsən, çörək yox, bilmirəm, odun yox, bunların hamısını bilirəm. Nə etmək? Səməd, dildə demək asandır. Bir ana, bir də naxoş qız qalmışlar başsız. And içir ki, 3 gecədir xəstə uşaq qaranlıqda yatır. Neft almağa pul yox. Axı o da bir kişinin qızıdır. Çox da bilirsən, çarə etmirsən. Oqtay, doğrudur. O zavallılar da fəqət edə bilmirəm. Çünki Səməd bəy, mən qocaman bir xalqı, onun saadətini, gələcəyini 2 nəfər qadının istirahətinə fəda edə bilmərəm. Səməd, istirahət istəmirlər. Bir parça çörəyə nə deyirsən? Mən xalq deyə özümü şəhid edəcəm. Qiymət verən kimdir? Yenə başqa bir sənət olsa, yazığı yaxsıxanalar buraxmırlar ki, oğlun oyunbazdır, arvad dumanı geyir. Hətta doğma əmin, bu gecə nişanlını özgəyə verdi ki, mən arvad dumanı geyən bir adama qız vermərəm. Oqtay, mən heç bir şey istəmirəm. Mən bu yola gəlirkən xalqımdan altın taclar gözləmirdim. Mən o şey gözləyirdim ki, onu da alıram. Səməd, mən də xalq üçün çalışıram. Cəmiyyətdə, upravada üzvəm. Fəqət elə işdir ki, adım sanım, güzəranım. Yoxsa xalq, mən özümü unudacam ki, Oqtay, xalq və mən, bu iki söz bir yerə sığışdırılmaz. Ya mən olmalıyam, mənim üçün xalq olmamalıdır. Ya o olmalıdır, mən olmamalıyam. Mən baxdım, ikinci yolu götürdüm. Və o gündən Oqtay bir şəxsiyyət olmaq üzrə yoxdur. O el oğludur. O böyük bir vahidin kiçik bir parçasıdır. Səməd, onu sən deyirsən. Gör xalq sənin üçün nə deyir. Oqtay, xalq anlamır. Onun dediyi mənim üçün bir heç, tam mənası ilə bir heçdir. Səməd, Oqtay, çocuq olma. Qubernatora dilmanc gərəkdir. Ayda 70 manat donluq verir. Amma kənardan 7-800 gəliri var. Həm də cəmaat içində adın, hörmətin, düyü, yağ, minnətin də minnət. Mən səni göstərdim. Dedim, rüşdiyəni bitirmiş. İdraklı, Rusca, Azərbaycanca gözəl savadı. Budur, yalvardı ki, göndər gəlsin. Axır ki, düzətmişəm. Oqtay, çox razıyam, Səməd bəy. Səməd, yaxşı da, artıq nə istəyirsən? Mən çörək itirən adam deyiləm. Atanın yaxşılıqlarına qarşı sizi darda qoymaram. Oqtay, Səməd bəy, məqsəd pul qazanmaq olsa, mən onun yollarını çox gözəl bilirəm. Mən azad bir sənətkaram, bir sənət düşkünüyəm. Mən bir çinovnik ola bilmərəm. Səməd, sənət sevirsənsə, eşitdim ki, səni böyük bir pul ilə Rus səhnəsinə çağırırlar. Get, həm təqdir olunarsan, həm pulun. O vaxta qədər xalq anlarsa, işlər yoluna düşərsə, qayıdıb gələ bilərsin. Oqtay, aldanırsan, Səməd bəy, aldanırsan. Bunu bizim üçün kim edəcəkmiş? Mən prinslərin saxladığı köpəklər kimi hazır nahara gəlmək istəmirəm. Başqalarında səhnə, mədəniyyət, hər şey var, bizdə yox. Yaşamaq istəyirsək, yaratmalıyıq. 20-ci əsrin təkamülünə qarşı bu yazıq xalqı tək buraxıb qaçmağı kim özünə layiq bilirsə, bilsin.
Mən bilmirəm. Yaşadığımız mübarizə meydanlarının müxtəlif qazmaları var. Səməd, hamısını sən mi yaradacaqsan? Oqtay, hər kəs bacardığın. Buradan kimsə geriyə qaça bilməz. Səhnəmiz yox, fəqət olmalıdır. Onu da mən yaradacağam. Şahqulu, Oqtay, bir dəst adam gəldi. 20 nəfərə də yaxşı geyinmiş, hamısı da bilet aldılar. Səməd, Oqtay, mən gedirəm. Ağlını topla. Həm çalışacaq, həm də ac qalacaqsan. Həm də xalq sənə güləcək. Arsız oyunbaz deyəcək. Yenə başqalarda. Şahqulu, hə, Allah hamd olsun Ruslarda görmüşəm. Hər pərdədən sonra dəstə-dəstə qızlar, böyük-böyük adamlar gəlib aktyorun əlini sıxır, tanış olurlar. Tərifləyirlər, adam həsrət çəkir. Oqtay, sən çalış. Gələr bir gün ki, zavallı kütləni də həmin yüksəklikdə görərsən. Səməd, onun yenə bir yeri var. Şahqulu, onda adam həvəslənər də. Bizdə hey baxırsan bir nəfər qız yox. 30-40 nəfər uzun burun, yekəqarın kişi, həştərxan pişeyi kimi gözlərinə baxır. Fındıq, fısqırıq, söyüş. Onlarda gözəl-gözəl qızlar adamın başına çiçək səpirlər. Oqtay, bilirəm, zavallı, nə istəyirsən? Onu hər kəs istər, fəqət taleyimiz bu. Səməd, həm də pulun pul. Bir işin düşəndə hər kəs tanıyar, yoxsa anam, bacın. Şahqulu, hələ özü. Tabaranskinin biraz pulu var, gecə-gündüz keyfli. Adı rejissor. Bütün işlər bunun boynundadır. 7 gündür gözün yummamışsan. Üzüyünü qoymuş, çəkmələrin qoymuş, bu da sonu. Oqtay, yazıq, bu sonu deyil, bu hələ əvvəlidir. Səməd, sabah mənə dəyərsən. Oqtay, Səməd bəy, gedin. Mən heç bir zaman sizə dəyməyəcəm. Mən bir mübarizəm, cəbhəm bu. Yolum, görürəm çox ağır. Qoy mənə gülsünlər, anlamasınlar, söysünlər. Fəqət mən bu dərin uçurumları keçəcək, keçilməz dağları, sıldırım qayaları çeynəyib parçalayacaq və bu keşməkeşlər arasından bir səhnə, yoxdan bir var yaradacağam. Mən bu yolun rəhbəri, mən bu cəbhənin komandanı, mən 4 divar arasında alınmış bu rəngarəng həyatın tanrısı olacağam. O zaman mən də salona baxınca munis şöhrələr, nəvazişkar, oynaq afətlər görəcəm ki, şux gözləri ilə mənə oxşuyur. Qara gözlü bir yavru görəcəm ki, mini-mini əlləri ilə məni alqışlayır. Mənim də başıma gənclərimiz, qızlarımız çiçək səpəcəklər. Mən də mədəni bir həyatım var, deyə sevinəcəm. Bunu mən görməsəm, indi öyrətdiyim bu kiçik statist görəcək. Məni xatırlayacaq. Mənə bu da bəsdir. Şahqulu, məni fındıq qabığı ilə vurmasınlar. Səməd, fəqət indilik anan, yazıq bacın. Oqtay, bacım da xalqdan biridir. Onları da xalq özü düşünər. Səməd, aldanırsan. Oqtay, hər halda görüşərik. Gedir. Mazandaranski gəlir. Mazandaranski. Oqtay, Oqtay, 4 nəfər çadralı müsəlman qadını gəlmiş, örtülü lojada oturmuşlar. Öz gözümlə gördüm. Şahqulu, yox ha, bir baxım, tələsik qaçır. Mazandaranski. Kassada kirayə pulu düzəlmiş. Rəhimin örpəyi qaçdı. Tamaranın da dili dolaşdı. Az qalmışdı rusca danışacaqdı. Şahqulu yüyürərək. Oqtay, Oqtay, keçən səfərki 2 nəfər qız da gəlib. Özləri də lap başı açıq. Ancaq örpəkləri var. Mazandaranski. Yox canım, mən baxdım. Cümlətanı 4 nəfər arvad var. Şahqulu. 6 nəfər. Onlarla 6 nəfər. Hətta biri bu tərəfə gəlirdi. Elə bildim, bunlar da ruslarda olan kimi bizi təbrik eləmək istəyirlər. Ürəyim düşdü. Mazandaranski. Umsunma. Gözlərini tərsinə geymişsən. Şahqulu. Get bax da. Mazandaranski qaçır. Oqtay, görəsən biz də o günləri görəcəyikmi? Oqtay. Zavallı əməkdaşlarım. Ulu tanrım, görürsən ki, yetir. Şahqulu. Hazır. Oqtay. Səndən heç bir şey istəmirəm. Xalqımda gözlədiyim həyatı, Azərbaycan səhnəsində bu sonsuz ananın qoynunda mühitimizin bağrından doğmuş bir Azərbaycan qızı. Doğma, əziz, sevimli bir yavru. Şahqulu. Və yaxud Rəhimin saqqalından xilas ola biləcəyikmi? Dursun. Pərviz, Oqtay. Oqtay girir, Zöhakin ətayından tutur. Girin. Mazandaranski. Oqtay, Oqtay, hanı o? Kağız, kağız, hanı o? Şahqulu. Kim verdi? Səhnəyə getməyəcəksən ki. Mazandaranski.
Bir Rus qızı, yoldaşı da var. Şahqulu, elə onlardı, gördün, daha başqası yox ki. Amma hayf, onları müsəlman bilmişdim. Bir baxsana. Mazandaranski, sən qapıya bax, oxuyur. Möhtərəm Oqtay əfəndi, məharətiniz məni çox sevindirir. Sizinlə görüşməyə müsaade edəcək olursanız məmnun olaram. Firəngiz, çıx, daha bura sənin yerin deyil. Oqtay gəlir. Bir Rus qızı verdi. Oqtay, baxaraq. Doğrudanmı? Söylə gəlsinlər. Siz də lütfən bir dəqiqəlik. Şahqulu çıxır. Firəngiz və Nadia girirlər. Nadia. Простите, что беспокоили. Ancaq bu qız rahat olmur. Oqtay. Buyurun. Firəngiz. Sağ olun, gedəcəyik. Anlaşılmaz bir sükut. Nadia. Biz Rus teatrlarına çox gedirik. Firəngiz. Mən çox arzu edirəm ki, bizim də dilimizdə belə teatrlar olaydı. Nadia. İndi 3 dəfədir ki, Aslan bəy gətirir. İlk əvvəl qaçaqlara gəldi. O qədər sevinmiş ki, o gündən adınız dilindən düşmür. Məktəbdə, evdə bir aktyor sözü danışıldı mı, dərhal bizim də teatrımız var. Karlı gözəl oynayır deyə araya atılır. Özünüzü görmək istəyirdi. Bir aydır rahatlığı yoxdur, ancaq Aslan bəyin qorxusundan gəlmirdik. Oqtay. Mən çox şadam. Aslan bəy kimdir? Firəngiz. Qardaşım. Nadia. O prava üzvü. İndi də ondan gizlin gəlmişik. Oqtay. Nə cür təşəkkür edəcəyimi bilmirəm. Adətən bizim Azərbaycan xanımları teatra gəlmir. Hamısı evlərdə. Nadia. Onu da qoymurlar. Atası qoymur. Qardaşı gizlindən gətirir. Evdən çıxarkən çadırı örtür. Sonra Aslan bəylə gedir, o söz demir. Ancaq bura gəldiyimizi bilsə qiyamətdir. Ona görə pərdənin yarısında gəlmişik. Firəngiz. Siz çox gözəl oynayırsınız. Mən çox sevindim. Nadia. Deyir ki, Oqtay Karlı ruslardan yaxşı oynayır. Oqtay. Vallah xanım, o qədər mütəəssirəm ki, zəhmətinə qarşı adətən hər kəsdən töhmət görən zavallıları siz sevindirirsiniz. Nadia. Firəngiz, daha gedək, yoxsa pərdə düşər. Aslan bəy lojadan çıxar, bizi görməz. Firəngiz. Sağ olun. Mən həmişə sizin oyunlarınıza gələcəm. Bir də bura gəlsək buraxarlarmı? Mane olmaram ki. Oqtay. Nə zaman gəlsəz, məni çox sevindirdiniz. Firəngiz. Mən sizin üçün çiçək gətirəcəm. Nadia. Çiçəkləri ver də, nədən utanırsan? Neçə gündür deyir ki, mən də sizin üçün çiçək aparacam. Gətirmiş, indi də utanır. Firəngizin dirsəyindən itələyir. Firəngiz gözlərini yerə dikərək çiçəkləri verincə həmən çevrilib qaçırmış kimi sağ olun, gedir. Oqtay, Allah amanında. Çiçəklərə baxır, düşünür. Dərin bir xəyala dalmış kimi bir qədər durduqdan sonra özü belə bilmədən çiçəkləri dodaqlarına yaxınlaşdırarkən dursun. Pərviz, Oqtay. Oqtay diksinərək gözlərini silir. Dərin bir ahla əlini çırparaq gəldim. Pərdə. İkinci pərdə. Oqtayın bəzənəcəyi, aktyorlar bir yerə toplaşıb resenziya oxuyurlar. Mazandaranski. Yavaş də, bir il bundan qabaq Şahqulu 4 nəfər müsəlman arvadı görmüşdü. Şahqulu. İndi get bax. Hər dəfə örtülü lojalarda 30-40 nəfər müsəlman xanımı olur. Mazandaranski. Elə cəmaat da Oqtayın adı olanda görürsən, çox gəlir. Şekinski. Bunun antreprenora nə dəxli? O, aybaşı pulumuzu verəcək, özü bilsin. Şahqulu. Odur ki, Oqtay razı olmur da, öz başına düzəlməmiş, burada can qoymuş. Mazandaranski. Səs salma da, ay Şekinski. Bax, səni elə yazmışlar ki, deyir, elə məharət göstərdi ki, lap de. Şahqulu. Robert Adelgeim başın qəbirdən götürüb ona mərhaba dedi. Şekinski. Mən elə kağızlara bir belə qiymət vermərəm. O nə anlayır? Şahqulu. Nə oldu? Elə bir tək sən anladın? Mazandaranski. Yaxşı, ağzını ayırma. Hə, necə oldu? Dursun. Şekinski rolunda çox zəif idi. Şekinski. Axı o nə anlayır? Bilmirsən bunlar hamısı şəxsi qərəzdir? Hər yetən gəlib mənə resenziya yazacaq. Mazandaranski. Bundan sonra gərək Şekinski üçün Parisdən naloj platyoj bir resenzent gətirdək. Çolaq atın kör nalbəndi olar da. Şekinski.
Çox da bir şey də anlasın da. Yox, nə oldu? Həmişə Oqtay belə-belə, o birilər biri belə gəldi, biri belə getdi. Mazandaranski. Olmaya deyəcəksən Oqtaydan da yaxşı oynayıram. Şahqulu. Dedi də, göz görmür, üz utanmır. Şekinski. Çox da yaxşı oynayır. Bəs heç bir nöqsanı olmaz. Versin mənə rol, görər. Mazandaranski. Yaxşı da, ay Şekinski. Sən daha dur görək də. Dursun, oxuyur. Qiblə-i aləm, mürəxxəs olaq, qulluğunuzdan əvəzinə müxtəsər olaq kimi mənasız sözlərlə. Şekinski. Ay kişi, o nə anlayır? Çox da mən sözlərimi öyrənməmişdim. Onun sözlərimlə nə işi var? O mənim hərəkətlərimə baxsın. Bəyənmir, özü çıxsın, oynasın, görək də. Mazandaranski. Ay Şekinski, hərəkətlərini də görmüşük də. Güllə qolundan deyib bu qarnını. Şahqulu ortaya atılaraq, yox, səni sevirəm. Oh, ürəyim, qarnını tutub basır. Mazandaranski. Ora yox, sağ tərəfindən. Şahqulu. Ay Şekinski, heç sağ tərəfdə ürək olar? Şekinski. Bəs hansı cəhənnəmdə olar? Oqtay hər nə dedi, siz də meymun kimi ləbbeyk deyin. Mazandaranski. Heç yox, mən qəsdən gedib həkimdən soruşdum. Dedi lap sol tərəfdə. Şekinski. Yaxşı da, rejissordur, göstərsin də. Şahqulu. Bərəkallah sənin üzünə. Ay nankör tayfa. İndi həftədə bir gün oynayırıq. Yazıq 5 gününü səninlə keçirdir. Şekinski. Mənə demişdi, ürək sol tərəfdə olur. Mazandaranski. Çox da göstərdi ki, sənin başın yoxdur, xalq neynəsin? Şahqulu. Sən onda iftar açmağa getmişdin. Xaspolat. Ha, onda çərtdin. Min kərəm demişəm ki, mənim başım zarafat götürmür. Mazandaranski. Ay Şekinski, atam, bizimlə nə üçün vuruşursan? Biz yazmamışıq ki. Hə, sonra? Şahqulu. Yazıq gördüyünü yazır da. Şekinski. Çünki səni də keçən səfər tərifləmişdi. Dursun, oxuyur. Oqtay, Azərbaycan səhnəsinin bu canlı idealı, Azərbaycan sənaye nəfsəsinin bu fədakar mübarizi, bu böyük sənətkarımız o qədər məharət göstərdi ki, başqalarının da nöqsanlarını unutturub, oyunun gözəl keçməsinə səbəb oldu. Şekinski. Heç bir nöqsanı yox idi, hə? Ay kişi, o nə anlayır? Şahqulu. Çox gözəl anlayır. Fikir vermişəm, həmişə doğru yazır. Dursun, oxuyur. Şahqulenski hərəkətlərində şarjı elədiyi üçün oyunun təbiiliyini pozurdu. Şekinski. Yaxşıdır. Şahqulu. İndi yazıb da Allah deyil, Peyğəmbər deyil, sözdür də. Əzbəray xali nəbudəni məktub. Şekinski. Bayaqdan doğru yazırdı. Şahqulu. Əlbəttə, ayıqlıqda çox vaxt doğru yazır. Kim bilir, bəlkə keçən səfər kefliymiş. Mazandaranski. Heç yox, keçən səfər özüm gördüm, lap ayıq idi. Dursun, oxuyur. Mazandaranski, bu rol üçün qətiyyən yaramaz. Çünki Mazandaranski. Şahqulu demişkən bəlkə doğrudan da kefliymiş. Şahqulu. Bəs özün görmüşdün? Mazandaranski. Çox da. Doğrudan da ayaqları bir qədər 88 kimi görünürdü. Mən ancaq yaxşı fikir vermədim. Qarnında deyildim ki. Dursun, oxuyur. Rəhim qadın rolunda kişi olduğu üçün çox kobud görünürdü. Xaspolat qurulmuş bir qramofon və yaxud tam mənasıyla bir odun parçasına oxşuyurdu. Şahqulu. Burun da öz qaydası ilə. Xaspolat. Tfu, adamın gərək zatı əsli nəcabəti dürüst olsun. Mazandaranski. Keçəl də olmasın. Şahqulu. Yox. 10-11 ay bundan əvvəl onda Oqtay rejissor deyildi. O vaxtlar cəmiyyət xeyriyyə üçün oynayırdıq. Mazandaranski. İftar fəqərəsi. Xaspolat. Hər kəs sizə adam deyir, onun atasına lənət, anasına lənət, ölüsünə lənət, dirisinə lənət. Getmək istərkən Oqtay və Səməd bəy girir, hamısı qalxır. Tamara. Məndən bir şey yazmır. Dursun, oxuyur. Tamara sözlərini düz demədiyi üçün çox fəna təsir bağışlayırdı. Xüsusilə başmaqlarını evin yuxarı başında çıxarması. Tamara. Svinya on после этого больше ничего. Oqtay. Acıqlanmayın Tamara. Siz də haqlısınız, o zavallı da. Məsələnin ancaq əsasını tapa bilmir.
Rəhimdən bir qız çıxmaz, o bir kişidir. Azərbaycan səhnəsində Azərbaycan qadınlığının həyatını şəxsən keçirmiş bir Azərbaycan qızı, mühitimizdən çıxmış doğma bir yavru olmadıqca, Tamara. Bir yol çaşıb başmaqla evə girəndə. Oqtay, mən sizi təqsirləndirmirəm. Siz bu həyata yabancısınız. Onun hamısını göstərməklə öyrənmək gücdür. Fəqət bir Azərbaycanlı qızı o həyata alışdığı üçün başmaqla girəcək yerdə çaşarsa qapıda çıxaracaqdır. Tamara, pajalusta. Biz bacarmırıq. Gəlsin sizin Azərbaycan aktrisaları yetişdirin, gəlib oynasınlar. Oqtay, Tamara, mən Rəhimi deyirəm. Fəqət bu sözlərə lüzum yoxdur. Siz bugün səhnəmizdəysəz, ona görə deyil ki, talantlı bir aktrisasınız. Ona görədir ki, Azərbaycanca bilirsiniz. Tamara, pajalusta. Bizim talantımız yoxdursa, talantlı qızlar tapın. Oqtay, tapılacaqdır. Bugün bir qoyun sürüsü kimi təsəvvür etdiyin ayağı çarıqlı, başı qapazlı bir zavallı kütlə fil addımları ilə irəliləyir. O bir il bundan əvvəlki deyildi. O yaradacaq. O xariqələr yaratmağa müstəiddir. Gələr bir zaman ki, sən Tamara öz gözlərinlə həmin bu səhnədə səni aradan sıxışdırıb, çəkil, bu zavallı ananın doğma yavrusu mənəm deyə sərt yürüşləri ilə səhnəmizi şənlədən bir Azərbaycanlı qızı görəcəksən. O gün mənim üçün bir idealdır. And içirəm bütün varlığımı fəda etdiyim Məkkəm, Mədinəm, Tanrım qədər sevdiyim bu səhnəyə ki, o günü görməmiş ölməyəcəm. Xaspolat. Oqtay, sənin canın üçün ki, bu halı mənə çox təsir edir. Allah and olsun ki, bir qızım olsa səhnəyə gətirəcəm. Mazandaranski. İftardan sonra, iftardan qabaq. Oqtay. Zəhmətimizə lüzum yox. Onu mühit özü yetişdirəcək. Xalq öz təkamülünün bağrından yaradacaq. Şahqulu. Xaspolat, arvada tapşır ki, oğlan da olsa, kösə olsun ki, heç olmasa saqqalı görünməsin. Xaspolat, tüfu sizin üzünüzə. Oqtay, yaxşı, özünüz hazırlaşın. Xaspolat. Görmürsən, Oqtay, keçən qış bir söz demişəm, hələ çevir tatı, vur tatı. Vallahi indi heç oruçluqda da oruç tutmuram. Şəkinski. Oqtay, Əskər bəyi gördüm. Oqtay, yetər Şəkinski. Biz antreprenyor çalğısı ilə oynamırıq. Pul istəyənlər gedə bilərlər. Şəkinski. Axı bir kassa da nəzərə alınmalıdır. Cəmaat. Mazandaranski. Orası yalandır. Bununla onsuz da sapqın xalqımızın düşüncəsini, zehnini daha da saptıracaq, yanlış bir yola salacaqsınız. Mən buna yol vermərəm. Xalqa sənətin nə olduğu, bütün çılpaqlığı, bütün gözəlliyi ilə göstərməli anlatılmalıdır. O kör deyil, görər, anlar. Şəkinski. O da doğrudur. İndi cəmaata get bax, 40 nəfər arvad var. Oqtay. Bir bu qədər zəhmətlə düzəltdiyimiz səhnəni oyunbazxanaya çevirə bilmərik. Biz bir məqsəd, bir dilək adına çalışırıq. Acından da ölsək, ölümümüzü buradan aparmalıdırlar. Mən bir sənət dəllalı ola bilmərəm. Şahqulu. Əlbəttə. Şəkinski. Özünüz bilin. Gedirlər. Oqtay Sevərin başında arayır. Səməd. Oqtay, sən bir şeydə yanılırsan. Pulsuz heç bir məqsədə varmaq olmaz. Oqtay. Mənim pulum, mənim qolum, mənim gücüm, zəhmətim, səmimiyyətim. Səməd. Yanılırsan Oqtay. Pulsuz, peyğəmbər ol, yenə sözlərinin qiyməti olmaz. Oqtay. Mən sözlərimi altun əlavəsi ilə satmaqdansa lal olmaq istərdim. Səməd. Oqtay, bir il bundan əvvəl yazıq ananın dərd və qüssədən bağrı çatlayıb öldü. Bu zavallı çocuğa da lazımınca baxılmazsa, Oqtay, gündə 2 saat dərs deyirəm. Onun həyatı təmin edilir. Mənə də pul ancaq bu qədər gərəkdir. Səməd. Orası doğrudur. Ancaq xəstə çocuğu soyuqda özünlə götürmüsən. Oqtay. Eybi yox, qoy indidən alışsın. Mənim bu kiçik bacım böyük bir aktrisa olacaq. Səməd. Halbuki bir qadın tutardın, həm sənə mane olmazdı, həm də o sabah ərə gedəcək. Bunun üçün. Oqtay. Pula lüzum yoxdur. Sevər, sevilərsə gedə bilər. Hə, indi ged oyna. Sevər gedir. Səməd. Həm də özün evlənəcəksən. Sizə cəmaat onsuz da oyunbaz kimi baxır. Bir də pulsuz hansı qapıdan girə bilərsən? Oqtay. Baxsın. Mən öz fikrimi, əfkarı ümmiyə qorxusundan gizlədən qorxaqlardan deyiləm. Qoy məni bəyənməsinlər, qız verməsinlər. Fəqət mən belə düşünürəm, belə edəcəm. Səməd. Halbuki sevdiyin qız. Oqtay.
Of, Səməd bəy, Allah eşqinə susun. Mən dünyada qarşısında əyiləcəyim, mənliyimi sarsıdacaq bir qüvvət təsəvvür etmirdim. Mən bir yumruğumla bütün kainatı alt-üst edəcəyimi düşünürdüm. Fəqət indi isə hiss edirəm, elə bir qüvvət var ki, mən ona qarşı gücsüzəm. Səməd. Sanki mən sustum. Oqtay. Yox, söyləyin. Bu xüsusda söyləyənləri də adətən sevirəm. Səməd. Mən eşitdiyimi sonra deyəcəm. Fəqət bu da pulsuz mümkünmü? Bir qızı almaq üçün... Oqtay. Bəli, onu almaq. Ox, Səməd bəy. Mən daha burasını düşünmədim. Mən sevirəm. Neçin, özüm də bilmirəm. Səməd. İnsan əvvəlləri düşünməz. Oqtay. Əvvəlləri mən onu ideal kimi bəslədiyim həyatın bir modeli kimi görür və elə bilirdim ki, o bütün bir xalqdır. Fəqət sonralar onun məsumluğu, sadəliyi, pak həyatı... Yox, mən heç bir zaman öz eşqimi ona söyləmərəm. Söylərdim, fəqət başqa bir qız olmadığı üçün çarəsizlikdən onu sevdiyimi düşünəcəklər. Mənim pulum... Ox, söyləyə bilmərəm. Fəqət mən onu xoşbəxt yaşada bilərdim. Səməd. Sevilsən də pulsuz bir adama... Oqtay. Yox, o məsum bir çocuqdur. O pul düşkünü deyil. Siz onu görmüş olsaydınız. Əvvəlləri milli səhnə deyə bir ay kimi çalışırdım. Fəqət indi hər şeydə o. Çalışırkən yoran, yorulurkən qüvvətləndirən, gülürkən ağladan, ağlayırkən güldürən, həm o, onun ümidi, onun xəyalı. Bəzən bir şey söyləmək istəyir, görürəm ki, utanır. Mən də onu saptırıram. Çox vaxt zavallı səbəbsiz ağlayıb gedir. Fəqət mən də ağlayıram. Səməd. Oqtay, sən onu məndən gizlədirsən. Fəqət mən bilirəm. Bugün bura gəldiyimdə bu məsələ üçündür. Bu günlərdə Daniyar bəy Firəngiz üçün elçi göndərmək istəyir. Onu burada görmüş, Aslan bəyə söyləmiş. O da acıqlanmış idi. Onlar varlı, şöhrətli, böyük adamlardı. Sən onlara rəqib ola bilməzsən. O bir cür adamdır. Özünü gözlə. Oqtay. Onun qardaşı ziyalıdır. Fəqət kim bilir, nəhayət mən ona anladaram ki, mənim heç bir şeyim yoxsa, pak bir eşqim, sevici bir ürəyim. Mən burasını heç düşünməmişdim. Dursun, sizi arayırlar. Qalxırlar, gedərkən qəsdən çağırdım. Firəngiz və Nadia gəlirlər. Nadia, o cansız bir kağızdır, bilirsənmi? Siz danışmağa yolun bilmirsiniz. Firəngiz, Nadia, utanıram. Axı nə cür deyim ki, söyləyə bilmirəm. Həm də o tez sözü dəyişir. Bu qədər incə, bu qədər həssas adam məni anlamırmı? Nadia, o bir aktyordur. Firəngiz, ox Nadia, mən həmişə sən deyən kimi yadımda saxlayıram ki, aktyorlara ancaq səhnədə baxmalı, onları həyatda görməməlidir. Əvvəlləri mən onu oyunlar üçün bəyənir, onunla sizə qarşı fəxr edirdim. Fəqət sonralar onu həyatda da təsadüf etdim. Bilmirəm, onun gözlərində anlaşılmaz bir qüvvət, simasında, sözlərində, rəftarında, yox, o həyatda da gözəldir. Nadia, fəqət sənin atan, qardaşın. Firəngiz, bilmirəm, könlüm məni zorlayır. Mən onunla xoşbəxt ola bilərdim. Bilirmisən, mənim atam... Nadia, özümü öldürəcəm. Oqtay, səhnə arxasından. Bitirincə mənə söylərsən. Nadia, gəlir. Hər halda mən gedirəm. Aslan bəyə görükmərəm, gözləyirəm. Gedir. Firəngiz. Ox, bu paltar sizə o qədər yaraşır ki, Oqtay. Oqtay, çünki mən bunları geyəndə Oqtay olmuram. Firəngiz. Heç unutmuram. Bir il bundan əvvəl ilk dəfə sizi bu paltarda görmüşəm. Oqtay, sizin sevdiyiniz olub, Amaliya rolunda çıxmağa nə qədər arzu edərdim. Məni də alqışlardılar. Fəqət atam, heç qardaşım da razı olmaz. Mən Amaliyanın ölümünü çox sevirəm. İnsanın günahsız olaraq öz sevgilisi tərəfindən öldürülməsi. Oqtay, mən sizə heç bir zaman belə qaranlıq taleyi arzu etməzdim. Firəngiz, sözlərini də su kimi əzbərləmişəm. Ox, atam, vallah mümkün olsaydı bu saat çıxıb oynayardım. Oqtay, Firəngiz, mən bilirəm ki, sən heç bir zaman aktrisa olmayacaqsan. Firəngiz, siz mənə söz vermişdiniz ki, o bıçaqla Amaliyanı öldürdüyünüz yeri də mənə öyrədəcəksiniz. Oqtay, Firəngiz, get, yavrum. Sən bu süni həyata alışma. Mən qurbanlara möhtac bu gözəllik məbədinə öz bacımı verərdim, fəqət sən gəlmə. Öyrənmə.
Bura gələnlər zəhərli gülüşləri, acı töhmətləri, böhtanları qəbul etməli, əfkar ümmiyəni, hər bir şey ayaqlar altında tapdamalı, özünü pərvanələr kimi bu sənət atəşgahının alovlu bağrına atmalıdır. Fəqət sən burada gözlədiyin həyatı görə bilməyəcəksən. Gördüyün bu gözəl paltarlar, parlaq cəvahirat, sevimli adamlar hamısı boyalı, hamısı sünidir. Orada padşahlıq edər, fərmanlar verər, altınlar paylarlar, çıxınca bir parça çörək arar da tapmazlar. Sən bu həyatın görünüşlərinə aldanma. O bir həqiqət deyil, elə görünür. O bir oyuncaqdır. Firəngiz, sanki siz 5 dəqiqə zəhmətinizi məndən əsirgeyirsiniz. Oqtay, Firəngiz, inan ki, gedin. Bundan sonra heç bir zaman pərdə arxasına keçməyin. Mən heç bir şeydən qorxmuram, çəkinmirəm. Fəqət sizin bura gəlməniz adınızı ləkələndirə bilər. Gedin. Bundan sonra mən heç bir zaman sizinlə görüşməyəcəm. Sükut. Firəngiz, neçin ağlayırsan? Firəngiz, mən utanıram. Siz məni anlamırsınız. Mənim könlüm. Alın. Kitabdan bir kağız verir. Bir daha gəlmərəm. Ancaq Oqtay, Firəngiz, aldanırsan. Sən məni deyil, Şillerin idealını, Şəmsəddin Sami bəyin mini yavrusu Pərvizi sevmişsən. Firəngiz, anla ki, mən bir aktyoram. Sən böyük, zəngin bir evdənsən. Mən yoxsulam. Sən layiq olduğun elə parlaq, firavan bir həyatı mən yarada bilmərəm. Sən mənimlə göz yaşlarından başqa bir şey tapa bilməyəcəksən. Firəngiz, bilirəm. Oqtay, sizi gözləyən acı istirapları, müthiş ehtiyacları, yoxsulluğu, göz yaşlarını təsəvvür etmirsiniz. Firəngiz, hamısını bilirəm. Mən həftələrlə ac otururam. Oqtay, axı Firəngiz, sənin qardaşın. Of, sevirəm səni, ey şərqin Allah ürəkli yavrusu, sevirəm. Gəl görək talih nə söyləyəcəkdir. Sözləri bitmiş kimi sükut. Firəngiz, siz söz vermişdiniz. Bircə son pərdəsi qalıb, o birlərini öyrənmişəm. Oqtay, yaxşı, qocadan ayrıldın, sərt və qəti bir səslə yanaşdın. Söyləyin. Firəngiz, sən qatilsən, şeytansan, hər nəsən, mən özümü ağuşuna atıram. Oqtay, ayırın bunu məndən, filan, atdı, dur, dəymədi. Karlın sevdiyi öz əlində ölməlidir. Belə, bıçağı Firəngizə yeridir, Firəngiz qorxur. Firəngiz, oy, qorxdum. Axı nə cür olur ki, bıçaq düz gəlir, amma batmır. Oqtay, bax, belə gəlir. Sonra əyilib bıçağın dəstəsi sizə toxunur. Süni bir ölüm. Öyrəndinmi? Firəngiz, hamısını öyrəndim. İndicə gedib evdə mən də Nadiyanı belə öldürəcəm. Oqtay, siz məni belə doğrudan öldürərsinizmi? Dursun. Oqtay, Karl von Mor. Nadia gəlir. Nadia. Firəngiz, gəl, Aslan bəy səni axtarır. Oqtay, o bilməsin ki, Firəngiz burada idi. Gəl. Aslan girir. Firəngiz qorxur. Aslan, sən belə alçaq yerlərə... Oqtay, Aslan bəy, unutmayın ki... Sözünü kəsib qapını bərk çırpıb gedir. Firəngiz tələsik yönəlir, Aslan da təqib edərkən pərdə. 3-cü pərdə. Aslan bəyin qəbul otağı. Nadia, axı sən məktubu kitabın arasına niçin qoyursan ki, Aslan bəy tapsın? Firəngiz, Nadia, həmişə qoynumda gəzdirirdim, bircə dünən. Nadia, hər halda Aslan bəy bugün Oqtayı çağırtdırmış. Deyir, əgər çağırtdırsam, dedikləri sözlərin hamısını bir Oqtayın üzünə deməlidir. Özü də qapının arxasından qulaq asacaq. Firəngiz, Nadia, sən o dəqiqəni görmüş olsaydın, özün də razı olmazdın. Of, dediyim sözlər, hətta onunla əbədi gözyaşlarında belə razı olduğuma söz verdim. İndi onların hamısını danmaq. Nadia, həyatın coşub düşüncəni, iradəni ehtiraslara təslim etdiyi vaxtlar olur. Belə bir halda sən də demişsən, indi anlayır, çəkilirsən. Firəngiz, Nadia, mən onu görməzdən Allahımdan ölüm istərdim. Onun əzici baxışları altında alçaq bir yalancı kimi qızarmaq, səni oynadırdım, zarafatca dedim, bilməm nələr söyləmək. Axı mən də bir insanam, axı onun da ürəyi var. Nadia, sanki hər sözün bir qanun imiş. 5 ayda onu görmürsən, 2 kəlmə söylərsən. Bir də heç bir zaman ki, o səni görməyəcək. Bu qısa müddətdə zəhər də olsa... Firəngiz, valla,
Zəhər tapsaydım içər bu qədər tərəddüd etməzdim. Nadia, yaxşı ki hələ atam bilmir. Yoxsa bizi də bu evdən köçürər, öldürər. Məni də, atamı da, hamısını öldürər. Firəngiz, axı bunların hamısını içindir. Sanki yoxsullarla yaşamaq olmaz. Altunsuz, üzüksüz. Olsa yaxşıdır, fəqət olmayanda qiyamət olmaz ki. Nadia, onu sən atandan, qardaşından soruş. Firəngiz, vallah ürək sevən dünyalardan yaxşıdır. Sanki o, Daniyar bəydən əskikdir. Of, mən onunla daha xoşbəxt ola bilərdim. Nadia, fəqət çarə nədir? Sən yenə bu paltarı dəyişmisən. Axı qardaşın dedi. Firəngiz, o məni belə görmək istəyirdi. Tikdirdim. Bir daha görüşmədik. Bari bugün bu son görüşümüzdə Allah neçin məni qız yarattın? Gülgəz girir. Ay qız, atan gəlir. Bilmirəm bu boynunu Allah sındırmış yenə nə eşidib. Bir çanaq qanı götürüb başına gəzdirir. Gəl evlərin birində gizlən. Gəldi. Nadiagilin şeylərini tökdü həyətin ortasına. Hacı zaman. Allaha and olsun, kəfəni sallan boynuma cahad elərəm. Bütün dünyanı qıraram. Firəngiz. Getməyəcəm. Qoy gəlsin bir yolluq öldürsün, qurtarım. Nadia. Oy, mən qorxuram. Gülgəz. Gəl sən Allah, bizi qana salma, səni axtarır. Firəngizi aparırlar. Hacı zaman daxil olur. Hacı zaman. Hanı o? Bəs sən qız olasan, hanı o küçüyün balası? Gülgəz. Ay kişi, evdə qonaq var, nişan gətiriblər. İndi nə olmuş ki, Allah eləməmişkən? Hacı zaman. Tüfü sizin zatınıza, namussuz balası namussuzlar. 60 yaşım var, adıma güldən ağır bir söz deyilməyib. Aləmə mən gülmüşəm. İndi siz məni biabır edirsiniz. Mənim qızım teatrlara, oyunbazxanalara getsin. Xalq mənə tənə vursun, itin balası it. Dağıdaram beynini. Qanlı Rüstəm kimi hamınızı qıraram. Gülgəz qorxaraq. Ay kişi, vallah mən yazığın heç bir şeydən xəbəri yoxdur. Hər nə olsa yenə qardaşı bilər. Hacı zaman. Elə o namussuz qardaş deyilmi mənim başıma bu işləri gətirən? Gəldi dayısı, oxusun. Bir ətək pul qoydum. Sonra özü gəldi, qız da oxusun. Sən də şeytan kimi girdin mənim qəlbimə. Filan kəsin qız oxudu, filan oldu. Fit götürdü, 2 tarı, kəssaltı da soxdu mənim evimə ki, bunlar da ona tərbiyə versinlər. Az qalıb mənim boynuma bir bürünc xaç da salasız. Gülgəz. Ay kişi, oxumağın sənə. Özün deyirsən ki, divan dərədə hörməti var, sözü keçir. Hacı zaman. O kişidir, cəhənnəmə. Yoxsa qız xeylağı. Oxusun da bir abır həya ilə. Yoxsa baş açıq gəzmək. Belə də namussuzluq olar. Yox, görünür mən əvvəlki adam deyiləm. Mənim kişiliyim qalmayıb. Bunların hamısının səbəbi sənsən. Mürtədin qızı mürtəd. Gülgəzə hücum edirkən. Aslan. Yenə nə olmuş? Evdə qonaq var. Bu nə vurha vurdu, nə var? Hacı zaman. Zəhrimar var, dərd var. Kafir oğlu kafir. Mənim qızımı urus evinə soxduz. Bəs deyil, indi də qızımın sorağı bir para adamlar kimi qəmədiyələrdən gəlir. Az qalıb ki, mənim boynuma bir də xaç salıb, başıma da bir ləçək bağlayasız. Salaram kəfəni boynuma, cahad elərəm, qıraram bütün dünyanı. Aslan. İndi nə var ki, teatr fəna bir şey deyil, bir məktəb kimidir. Xalq oradan ibrət alır. Hətta məsciddən də müqəddəs bir yerdir. Hacı zaman. Tüfü sənin zatına. Daha sənə sözüm yoxdur. Aslan. Bəli, oradakı sözlər axundların sözündən daha yaxşıdır. Xalq görər, adam öldürməz. Hacı zaman. Deməli, oradakı oyunbazlar ki, hətta deyirlər arvad tumanı geyirlər, o namussuzlar 70 il Allah kəlamı oxumuş axundlardan yaxşıdır, hə? Qız xeylağı gedib o namussuz kişilərin rəngli üzlərinə baxsın. Aslan. Arvad da kişi kimi bir insandır. Biz analarımızı çarşaf içində cəhalətdə saxlamışıq. Başqa millətlər, bir də axı mən də bacımı gizlətsəm, sabah qlava, qubernator və başqaları mənə də bir vəhşi deyərlər, gülərlər. Mən bir qapıdan içəri girə bilmərəm. Hacı zaman. Vay, kül mənim başıma. Ey yeri göyü yaradan pərverdigar, ya məni öldür, bu günləri görməyim, ya da baba, canım gözüm, nə istəyirsən? Sən daha mənim oğlum deyilsən. Verin, mənim qızımın əlini mənim əlimə, mən köçüb gedəcəm Kərbəlaya. Daha mən təngə gəldim. Dinim, məzhəbim getdi, namusum getdi.
Gəl, yığışdır mənim müxəllifatımı. Gedir. Gülgəz. Ay balam, sən nə deyirsən? Məscid, axund. Bunu bir dil ilə bir tərəfə baxanda doğru deyir. Aslan. Bütün şəhər məni ağıllı bilir. Çilen seçib. Bir də siz, odur da, qızın gedib heç bir yerdə hörməti olmayan itin birisinə məktub yazır. Gülgəz. Sən onu aparmasaydın. Aslan. Yaxşı, yenə evdə otur. Qlava filan buradadır. Bu dikarka paltarı ilə bayra çıxma, ayıbdır. Gülgəz başını tərpədərək gedir. Nadia. Aslan bəy, Firəngiz ağlayır, yalvarır ki, mümkünsə məni onunla görüşdürməsin. Aslan. Axı onun bəhanəsini kəsmək üçün əlimdə bir fakt olmalıdır. Siz ona anladın ki, mən Abşestvenin adamam. Sabah bir ziyafət düzəltdim. Bir ziyalı kimi bacım olmalı, əri də olmalıdır. Hansı yaxşıdır? Desəm bacımın əri Radovoy Dvoryanın uprava əzası Mecdunarodnoy kommersant Danyar bəy Qalaçıxanov və ya onda nə deyim, kakoyta bədbəxt, niçtojni, jalkı, razvratni aktyor ki, heç bir xeyrə şeyə buraxmırlar. İt dəftərində də adı yoxdur. Nadia, hamısını demişəm, ancaq sözlərini danmaqdan utanır. Aslan, mən onu sürgün elətdirərəm. Onu da tapşıraram atasına. Nadia, oy, yox, deyir söylərəm, ancaq ona heç bir şey etməsin. Özümü öldürərəm. Aslan, mən onun üçün pul hazırlamışam, razı salaram. Hər halda özüm qapının arxasından qulaq asacam. Bir də bugün o gələcək. Danyar bəy də nişan göndərmiş. Stepan Vasilyeviç filan da gəlmiş. Sizdə nişan gəlirkən qız özü məclisə gəlirmi? Gəlirsə söyləyin, o paltarları dəyişib rusçaları geyinsin. Ayıbdır. Siz özünüz onunla gəlib qaydanı öyrədərsiniz. Nadia gedir. Telefon zəng çalır. Danyar bəy, aha, Stepan Vasilyeviç dedi, buradadılar. Oktay girir. Deyir, Danyar bəy Abşestvenin işlərdə sənin üçün böyük aporadır. Hə, dedi ki, Danyar bəy sənin üstündə müharibə açmışdı ki, Aslan bəy mütləqa seçilməlidir. Keçmiş, hə, çox razıyam. Axşam sizə? Ziyafət. Yaxşı, avtomobil göndərərsən. Yaxşı, sağ ol. Aslan, oturun. Sizə belə soyuq dəyər. Sükut. Çalışırsınız, deyilmi? Deyirlər, çox gözəl işləyirsiniz. Teatr yaxşı şeydir. Oktay. Vəzifəmiz və bacarığımız budur. Aslan. Neçin? Daha da tərəqqi edər. Oktay. Tərəqqi etməmək, yaşamamaq deməkdir. İndilik səhnəmiz gəncdir. Aktyor yox, əsər yox. Hər kəsin köməyi olursa bir şey yaratmaq olar. Aslan. Təbii, kömək etmək hər kəsin borcudur. Çünki teatr bir məktəbdir. Oktay. Teatra bir məktəb, bəlkə də demək olar. Fəqət bir sənət məbədi kimi o daha yüksəkdir. Nəysə. Aslan. İş burasındadır ki, mənim əlimə bir məktub keçmiş ki, altında siz imza etmiş, bacıma göndərmişsiniz. Oktay. Bəli, yazmışam. Aslan. O məktubdan görünür ki, güya o da sizə məktublar yazmış. Onları lütfən mənə verərmisiniz? Oktay. Yox. Aslan. Neçin? Oktay. Çünki nə sizədir, nə də sizdən. Aslan. Siz mənim qardaşlıq haqqımı unutmayın. Oktay. Hər halda o haqqınız mənə qarşı deyil. Aslan. Mən bilirəm ki, ən sonda siz məndən razı qalacaqsınız. Fəqət... Oktay. Məktub yiyəsi hürriyyət-i nisvancı bir adam bacısıdır, bu bir. Lüzum görülərsə özü söyləyə bilər, bu iki. Aslan. Hürriyyət-i nisvan təcrübəsiz bir qızın. Hər halda mən avamlar kimi tapançı ilə danışmıram. Fəqət bir ziyalı kimi sizi məhkəməyə cəlb edər, Sibirə göndərə bilərəm. Oktay. Məni qorxuda bilməzsiniz. Başqa sözünüz varsa söyləyin. Aslan. Qorxmayırsınız, amma gizlədirsiniz. Bu nə deməkdir? Oktay. Bu o deməkdir ki, könüllər sevilirkən dəllallar susmalıdırlar. Onlara lüzum yoxdur. Aslan. Mən təkrar edirəm ki, siz mənə hər bir şey söyləməlisiniz. Oktay. Lüzum görülərsə özü söyləyə bilər. Aslan. O sizə heç bir şey deməmiş. Siz bir naxal kimi ona rahatlıq vermirsiniz. Oktay. Aslan bəy, mən sizinlə çox görüşməmiş, danışmamışam. Çünki siz böyük adamlar, biz isə zəhmətinə qarşı hər kəsdən təhqir görən zavallı, əxlaqsız aktyorlar.
Fəqət eşitdiklərimdən bilirdim ki, siz çinovnikdən başqa bir şey deyilsiz. Aslan. Hər halda bir çinovnik. Oqtay. Şübhəsiz bu sözlərlə iftixar edə bilərsiniz. Fəqət məncə onun mənası bilirsinizmi nədir? Bir heç. Aslan. Mən sabah qubernatora müraciət edər, sizi həbs etdirər, sürgün etdirərəm. Siz məni yaxşı tanıyırsınız. Mən Uprava əzası Oqtay. Mən sabah da söylərəm ki, sizin mənim üçün bir məna və əhəmiyyətiniz varsa, o da ancaq bir heç, nə az, nə çox. Aslan. Çox gözəl. Görərik. Gedə bilərsiniz. Bir də mənim bacımın adını çəksəz, bütün Avropaya... Oqtay. Mən Avropalı deyiləm. Olmaq da istəmirəm. İnsan könlü kimsənin qəyyumluğunu qəbul etməz. Aslan. O sizi tanımaq istəmirkən, aldadaraq. Oqtay. Yalan deyirsiniz. Mən bunu özündən eşitmək istərdim. Aslan. Mən avam fanatik bir kəndli deyiləm. Bir ziyalı kimi çağıra bilərəm. Fəqət sizi qızartmaq istəmirəm. Oqtay. Kimin daha çox qızaracağı şübhəlidir. Aslan. Çox yaxşı. Gedir, Firəngiz çıxır. Uzun bir sükutdan sonra. Oqtay. Firəngiz, söylə yavrum. İndi artıq mənim bütün gələcəyim, varlığım, yoxluğum sənə, sənin hər bir sözünə bağlıdır. İndi sən mənim taleyimin hakimisən. Son söz sənindir. Firəngiz. Oqtay, mən sizə göndərdiyim məktubların lütfən qaytarılmasını rica edərdim. Oqtay. Zaten bu cansız kağız parçalarının heç bir əhəmiyyəti yox. Onlarla azad bir könül zorlanmaz. Fəqət niçin? Firəngiz. Siz mənim sizə qarşı səmimiyyətimi başqa cür düşünürsünüz. Oqtay. Diksinərək və getdikcə sinirlənərək, başqa cürmü? O başqa cür, nə cür? Firəngiz. Mən adətən bir aktyor kimi, bir sənətkar kimi sizi sevirdim. Fəqət bu kimsəyə heç bir şey üçün haqq verməz. Oqtay, sinirlənərək, haqq verməz, bəli, bəli. Sonra, bir aktyor kimi sevirsiniz, sonra? Firəngiz. Siz özünüz deyirdiniz və bilirsiniz ki, Rus aktyorlarına hər gün yüzlərlə qızlar kağız yazırlar. Bu o demək deyil ki, hamısı onu başqa cür sevir. Oqtay. Firəngiz, Firəngiz, axı bir mənə anlat ki, sən nəsən, nə? Allah eşqini anlat ki, bu qanlı komediyaların, bu gülünc faciələrin, bu müthiş müəmmaların əsl mənası nədir? Zavallı ürəkləri telbətel didib parçalayan bu məhsum baxışlar tam 3 il sanki ilahi bir eşqin gözəlliklərini oxşayan xəyali mahnılar, sarsılmaz qüvvətlər sarsıdan, yorğun qolları qüvvətləndirən bu dadlı ümidlər, bir qızın yanaqlarını öpən, qucan bu məsum qızartılar, bu qızartıları öpən zəif göz yaşları, bu istiraplar, üzüntülər, hamısı qanlı bir əyləncə, qara bir yalan, bir oyuncaq, bir cəhənnəm, hamısı bir aktrisanın səhnədə göstərdiyi süni hərəkətlərindənmi ibarət idi? Firəngiz. Siz həmişə deyirdiniz ki, orada heç bir şey həqiqət deyil. Sözlər, hərəkətlər, eşqlər, hətta insanlar belə süni olduğunu, hətta özünüz belə göründüyünüz kimi olmadığınızı demirdinizmi? Neçin bircə mənim sözlərim süni olmasın, həqiqət düşünülsün? Oqtay. Süni. Orada hər şey süni. Fəqət mənim ürəyim o süni deyildi. O yüksək bir ideal, böyük, pak bir eşqlə çarpırdı. Fəqət sən canlı bir insanı taxta bir oyuncaq kimi oynatmaq, sevinci yazıq bir ürəyi saxsı kimi kukla kimi atıb tutmaq, çamurlara çırpıb tikə-tikə parçalamaq. Mənim taleyim, həyatım, gələcəyimlə yırtıcı pələnglər, quzularla etdiyi kimi əylənmək, gülmək. Yox, yox, sən o zaman süni deyildin. Ey uca pərverdigarım. Yox, ey kobud və anlaşılmaz sənətkar. Bu gözlər ki, bir barmaq sümüyün arxasından cəhənnəm kimi coşan mənəvi bir həyatı görmürsə, neçin yaratdın? Ox, neçin mən o zaman Karlın bıçağı ilə bu köksü parçalayıb da həqiqəti kəstirmədim? Həqiqət. And içirəm onun yoxluğuna ki, bugündən onu axtaracaq, varsa tapacam. Aslan çıxır. Məsələ aydındır. Şübhəsiz siz yanılmısınız. Fəqət utanmayın, gənclikdir. Hər halda xidmətiniz üçün sizi sevərik. Eşitdim, maddi cəhətcə, alın. Ona bir konvert verir. Və həmişə də mənim yardımıma əmin ola bilərsiniz. Mən bir ziyalıyam. Oqtay pulları alaraq, bəli, budur səbəb, bu.
30 illik dərsində həndəsədən başqa bir şey öyrənməyən, dilsiz, ağızsız qoyunlar kimi həyata yuvarlanmış, cansız, duyğusuz bir yığın əski parçalarına tapındıran, yüksək bir eşqə alçaq bir oyuncağa çevirən, 3 ildə 2 söz deməkdən utanan məsum bir yavrunu qramofonlar kimi söylədən budur, bu. Düşünən beyinlər, çarpınan ürəklər bunlarla satılır. Fəqət neçin? Bəli, mənim pulum yox, altınım yox, fəqət bunlara qarşı mənəvi bir varlığım, döyünən ürəyim, yorulmaz qollarım, sarsılmaz qüvvətim var idi. Mən bir aslan kimi çarpışarkən bir yırtıcı çıxdı da onların hamısını çeynədi, qırdı, tökdü, tapdadı. İndi mən bu sarsılmış qüvvət, bu sönük ruh, ölgün ürək ilə nə edə biləcəm? Fəqət yeriyəcəm, həm də qarşımda bir yol qalmış ki, o da intiqam. Aslan, siz kimdən intiqam alacaqsınız? Oqtay, hər halda intiqam sizdən cansız, duyğusuz, varətnikli odun parçalarından olmayacaq. Siz bu intiqam hədəfindən çox aşağısınız. Sizdən mühit özü intiqam alacaq. Çünki siz bir heçsiz ki, məqsədiniz mənsəb, diləyiniz pul, işləriniz də özgələrdən meymunlar kimi kobudcasına alınmış bir moda. Fəqət mühit irəliləyir. Çəkməz çox zaman ki, taleyi ilə oynadığınız bu zavallı xalq özü əməlpərvər gənclər, səmimi, idealçılar, böyük qəhrəmanlar, mübarizlər yetirəcək. Mühit sizə irəliləyəcək və gərəksiz əski parçaları kimi işıqlıqda qaranlıqlar, aydınlıqda kölgələr deyə diri ikən tarixin arxivlərini atacaqdır. Aslan, siz aydın demirsiniz. Siz kimdən intiqam alacaqsınız? Oqtay, kimdən? Özümdən, öz eşqimdən, öz taleyimdən, öz idealımdan, öz tanrımdan, həyatdan, mühitdən, gələcəkdən, həqiqətin yoxluğundan. Mən o olacam ki, bundan sonra ola biləcəm. Ola biləcəm və olacam bir səfil. Həm də sadə bir səfil yox, səfillər padşahı. Budur mənim intiqamım. Əlindəki pulları bütün qüvvəti ilə Aslan bəyin üzünə çırpıb, son bir baxışla gözlərinə yerə dikmiş Firəngizi süzərək dönüb gedir. Nadia və Aslan arxasınca çıxır. Firəngiz qapıya yaxınlaşıb dayanır və məhsun-məhsun baxırkən içərdən oxuyurlar. Səs. Mən aşiq neylim sənə, düşübdür meylim sənə. Mən dönsəm, üzüm dönsün. Sən dönsən, neylim sənə. Balam ağrını alım. Firəngiz baxır. Birdən üzünü örtüb bərkdən ağlayaraq divan üzərinə atılır və boğulurcasına ağlayırkən pərdə. 4-cü pərdə. Qarlı bir qış gecəsi. Səhnə soldan ölgün, hisli və çirkin bir meyxananı, sağda isə qaranlıq bir küçəni təsvir edir. Meyxanada Oqtay səfil, solğun bir qiyafədə başını miz üzərinə qoymuş, sanki yatmışdır. Ötədən gələn ara-sıra sərxoş gülüşlər içəridə keyfli bir dəstənin olduğunu anladır. Küçədə Sevər və ikinci dilənçi bir qadın oturmuşlar. Sevər, küçədən keçən bir nəfərə. Allah eşqinə qardaşlar, yazığam, acam, kömək edin. Yolçu maraqlanmadan keçir. Ondan sonra yazıq qardaşımı buradan sürgün edirlər. İndi 10 ildir ki göndərilmişdir. O zaman mən 5-6 yaşlarında cocuq idim. Gedərkən məni və hər bir şeyimizi daima tapşırır ki, tədricən satıb məni saxlasın. O da bir il məni saxladı, evimizi satdı, hamısını dağıtdı, öldü, getdi. Ondan sonra mən küçələrdə qaldım. Həmin Firəngiz gəlib məni tapdı. Ərindən gizlin həmişə mənə kömək edirdi. Bəzən yazıq bir ixtiyar ağlayaraq üzümdən öpüb deyirdi. Sevər, mən sənin qardaşını sevirdim. Hər ikimiz bədbəxt olduq. Sonra əri onu çıxartdı, mən də qulluqçu durdum. İndi bir neçə aydır ki, xəstələndim, qovdular. Ad, səfil, sərgərdan küçələri dolaşıram. İndi də ara-sıra küçələrdə adamlar Oqtay oğlu yaxşı oynayırmış, hayf ki, sürgün etmişlər deyə danışırlar. Mən yazıq qardaşımdan bəlkə bir xəbər öyrəndim deyə saatlarla arxalarınca yüyürür, qardaşım barədə belə gözəl sözlər danışdıqları üçün onları sevirəm. Fəqət heyhat. Qardaşlar, acam, kömək edin. Meyxanaya girirlər. Sanki insanların ürəyi daşdı. Gündüz utanır, bayra çıxmıram, 2 gündə acam. Gedirlər. Xaspolad, siz o vaxt dost idiniz. Olsa siz ona təsir edə bilərdiniz. Fəqət çətin. Bax, buradadır, görürsünüzmü? 2 gündür sizi axtarıram. Səməd, doğrudanmı bu odur?
Adı dillərdə dastan kimi gəzən, bir zamanlar Azərbaycan səhnəsini titrədən Oktayıl oğlu budurmu? Ola bilməz. Mən onu oyadacam. Xasbolat. Yox, Səməd bəy, başqa çarəsi yoxdur. İndi meyxanəni bağlayacaqlar. Sərxoş çıxacaq. Dediyin kimi təqib edərik. Zorla bir arabaya, oradan da bir evə. 2 gün dustaq, ayılsın bəlkə ayıqlıqda razı edə bildik. O günkü çalıb oynayan qaraçılar gəlməmişlərmi? Şərab ver. Muxan. Yenə gəlmişlər. Söylərəm gəlib burada çalarlar. Xasbolat. 3 gün əvvəl buradan keçirkən onu gördüm, tanıdım. 3 gündür hər gün gəlirəm. Getmərəm deyir ki, getmərəm. Nə qədər pul vəd etdim, nə qədər pul tökdüm olmadı. Mən bir də bu süni həyatın içinə girmərəm, həqiqət axtarıram deyə çıxıb gedir. Səməd. Yaxşı, bu 10 ildə hardaymış? Xasbolat. O gündən ki, qubernatoru təhqir etdiyi üçün sürgün ediblər. Bu gedir, Türkistanda hökumət əleyhinə çalışdığı üçün tutub Sibirə göndərirlər. 4-5 ildən sonra çıxır, yenidən həbs edirlər, yenə buraxırlar. Ötəyə, bəriyə, inqilabdan sonra azadlıq alır, hətta böyük bir vəzifə təklif edirlər. Mən bəşəriyyətə ayıq baxa bilmərəm, mən səfirlər yurdunun padşahıyam deyə getmir. Özü kimi Kırımlı bir yoldaşı var, ondan öyrəndim. Səməd. Getməz canım. Hər kəs böyümək istər, amma bu... Yaxşı, nə vaxt gəlib? Xasbolat. 3-4 gündür. Onu da yetənə yetmiş, yetməyənə bir daş atmış. Nəysə, yazıq çox bəlalar çəkib. Səməd. Burada hansı evdə olur? Onun bir bacısı var idi. Xasbolat. Bacısını bilmirəm, özün öyrənmişəm. Buradan çıxdı, təqib etdim, yol üzərindəki yanmış xarabalıq nədir, ora getdi. Bir qədər oturdu, düşündü, axırda bir kərpiç tapıb başının altına qoydu, yatdı. Səməd. Bu soyuq, bu qar, bu qiyamətdə? Xasbolat. Bəli, bu soyuqda. Yalvardım, getmədi. Fəqət onu əldən buraxmaram. Bu saat onun hər tükü bir qızıldı. Siz o zaman onunla dost idiniz, fəqət mən əvvəlləri aktyor, sonra antreprenyor, indi isə teatr müdiri. Xalqla daim təmasdayam. Bilirəm, onun adı bir sənət simvolu kimi olub. Görənlər görmüş, görməyənlər eşitmiş, danışmış. Bu 10 ildə adı dildən dilə gəzmiş. Nəhayət o qədər böyümüş ki, bu artıq bir məsəl, bir hekayə, bir ideal olmuşdur. Səməd. Mən o vaxtlar çox fikir verməzdim. Xasbolat. Ondan sonra 2-ci Oktay yetişməyib. Səhnəmiz varlığını o zavallıya borcludur. İndiki baş rejissorumuz Şəkinski ki, bayaq Oktayı bəyənmirdi. Bilmirsiniz, bu yazıq onun üçün nə qədər əmək sərf etmişdi. Gətirmiş, öyrətmiş, onda bir qüvvət var idi ki, gələn artıq qaça bilməzdi. Hələ xalq üçün, o teatrımızın indiki parlaq halını, salonlarını, onu rəngarəng çiçəklərlə bəzəyən Azərbaycan xanımlarını, teatrlarımızın tərəqqisini görəcək olarsa, axı o bu teatrın anasıdır. Səməd. Görəsən, indi də əvvəlki kimi oynaya bilərmi? Xasbolat. Bilər, ancaq ayıq saxlaya bilsək. Oynamazsa da bir elan verildi mi, xalq adı dillərdə dastan kimi gəzər, bu adamı görmək üçün qapıları qıracaqdı. Həm də düşünmüşəm, ilk oyun Şillerin Qaçaqlar olsun. Həm biraz da beynəlmiləl. Bütün əcnəbi teatrlardan nümayəndələr çağıracam, gəlsinlər, görsünlər. Azərbaycanlılar Şilleri necə anlayırlar? Biletlərin də qiymətini yüksəldəcəm, heç olmasa bir gecə. Səməd. Yox, razı edərəm. Amma kim bilir, o qədər nəsdir ki, yazığı bədbəxt etdilər. Axtarsan özü də... Xasbolat. O vaxtlar o bir qızla tanış idi. Mən o qızı çox görmüşdüm. Səməd. Mən bu işin içində idim. Özü həmişə mənə söylərdi. Qəribədir. Deyir, o qız ilk əvvəl xalqdan ayrılıb, mənə çiçək gətirdi. Mənə elə gəlirdi ki, xalqım artıq oyanmış və firəngiz bütün bir xalqdır ki, gəlib məni təqdir edir. Əvvəlləri deyir, onu belə ictimai bir hiss ilə sevirkən, getdikcə bu duyğu xüsusi bir eşqə çevrildi. Xasbolat. O zaman açıq gəzən 1-2 nəfər var idi, indi yüzlərlə. Səməd. Bilirsinizmi, qız da onu sevirdi. O da qəribədir. Deyir ki, ilk əvvəl bunu gördüm, sevindim. Sabah bizim də teatrımız, aktyorumuz var deyə məktəbdə kimsəyə rahatlıq vermədim. O sanki mənim bütün bu iftixarım üçün bir istinadgah idi. Onu başqasına verdilər. O da bu yazığın son örpəyinə dək qumarda uduzub. Axırda çıxartdı, başqa zəngin bir qadın aldı. O indi azad bir qadındır. O gün mənə deyir ki, Səməd bəy, mən onu sevirdim.
Ondan sonra onun xatirəsi ilə ağlamadığım, şən və sevinç bir ziyafət, bir əyləncə xatırlamıram. O da zavallı ömründə böyük faciələr keçirmiş. İndi Oqtayın burada olduğunu bilsə, qaraçılar çıxır, çalır, oxuyur, oynayırlar. Oqtay, başın qaldıraraq. Ey, onlar nə çalırlar? Muxan, bax, nə çalırlar, adətən çalırlar. Oqtay, səsini kəs. Degilən, səfillər padşaha əmr edir ki, ondan sonra süni şeylər çalmasınlar. Bir həqiqət varsa, oxusunlar, yoxsa sussunlar. Eşidirsənmi? Muxan, nə həqiqət? Bax. Oqtay, elə bir şey ki, olduğu kimi görünsün, göründüyü kimi görünməsin. Muxan, necə görünməsin? Oqtay, bura gəl, bu divar nədəndir? Muxan, daşdan. Oqtay kağızları göstərərək. Bəs bu nədir? Bu nə üçündür? Muxan, bax, o da kağızdır. O söz gəlişi bir bəzəkdir. Oqtay, axı bu ki altun deyil, doğrucu altun deyil. Muxan, o süni bir bəzəkdir. Kağızsız divar olurmu? Oqtay, süni, hər şey süni. Sanki bu süni bəzək olmazsa işlər keçməz. Axı niçindir bu süni bəzəklər? Zavallı bəşəriyyət, niçin həqiqəti gizlədirsiniz? Cırın onu, bax belə. Qoyun bu çirkin qara daşlar olduğu kimi bütün dəhşəti ilə görünsünlər. Daşdır, qoy daş görünsün. Niçin gizlədirsiniz? O çirkin də olsa, həqiqət olduğu üçün gözəldir. Muxan, sarsaq adam, nə edirsən? Divarların için dağıdırsan. Oqtay, aha, indi anlamışsan. Söylə, bir daha çalmasınlar. Xasbolat, əli ilə çağırır. Ey, bura gəl. Biraz keçincə söyləyin ki, dükanı bağlayıram, çıxarın getsin. Qaraçı qız. Məhsun könlüm, eyvah, eyvah, şad olacaqmış sanıyorsan. Va əsafa biçarə könlüm, eyvah, eyvah, aldanıyorsan. Bu qədər cövrü cəfaya bilərək qatlanıyorsan. Va əsafa biçarə könlüm, eyvah, eyvah, aldanıyorsan. Nəşə yox, ümid yox, ləzzət həyatın harasında. Hicri çox, hicran lap çox, ləzzət sevdanın harasında. Oqtay, qalxıb hücumla. Yalan deyirsən, aldanan yalnız mən deyiləm. Bütün bəşəriyyət aldanır, həm də bilərək aldanır. Bu aldanışlarla da yaşayır. Muxan, önünü kəsərək. Canım, sənə demir ki, sən niçin hiddətlənirsən? Oqtay, səsini kəs, sən özün də aldanırsan. Yalan deyir, onun öz yalanlarına inanırsan. Muxan, kimə yalan dedim? Oqtay, yaxşı, sən olduğundan başqa heç bir şey olmayacaqsan. Gözəlsən, gözəlsən, çirkinsən, çirkin. Əqillisən, əqilli, dəlisən, yenə olsan. Fəqət bu gümüşlər, bu zəncirlər nədir, nə? Bax, bunlarla sən xalq aldadırsan. Çünki bunların arxasında özün görünmürsən. Muxan, bax, bu bir adətdir. Oqtay, yox, bu yaşayış üçün bir prinsipdir. Hətta təbiət də bu aldanışlardan, bu yalanlardan çəkinmir. Qaraçı qızı göstərir. Bax, onu görmürsən? Qara qaşlar, qara gözlər, al dodaqlar, qızarmış yanaqlar. Görürmüsünüz nə qədər gözəl görünür? Fəqət o göründüyü kimi deyil. Təbiət qurnaz baqqallar kimi bizi aldadır. Sən onu olduğu kimi, həqiqəti görmək istəyirmisən? Gedək məzarlığa, istədiyim bir gözəli sənə göstərim. Bilirsənmi nədir? Bir yığın ət, bir yığın sümük. Hətta o da deyil. Bir ovuc su, bir yığın duz, torpaq, kül. Nəhayət gözə görünməz müxtəlif qazlar, bəlkə də bir heç. Anladın mı? Muxan, yaxşı əzizim, artıq bağlayıram. Vaxt gecdi. Oqtay, yaxşı mən gedirəm. Muxan, bəs pul? Oqtay, nə pul? Muxan, necə nə pul? Sadəcə pul. Oqtay, mənim pulum yox. Həyatımda heç bir vaxt nisyə hamballıq fikrinə düşməmiş elə yüklər daşımamışam. Muxan, nə sərsəmləyirsən, pulsuz nə haqla? Oqtay, cəhənnəm ol sənə deyirəm. Mənə hüquq dərsi verəcək. Mən səfillər padşahıyam. Mənim özümün qanunlarım var. Ala bilmədiyim sənin deyil. Ala bildiyim mənimdir. Muxan, bəs pulu? Oqtay, pulu sən məndən ala bilməyəcəksən. Onlar sənin yaşayış ümidin olsaydı, ya ölər, ya alardın. Fəqət indi ölmək istəməzsən, çünki olarsız yaşaya bilərsən. Demək o artıqdır. Artıqdır, gərək deyildi. Gərək deyil, sənin deyil.
Haqqın yoxdur. Fəqət mən bu çörəyi götürməzsəm, alıb cibinə qoyur. Bu gecə ölərəm. Ona görə də götürməyə haqqım var. Almaq istərsən ya ölər ya vermərəm. Muxan, hər kəs bacardığını edərsə, mən də səni bu döşəmənin üzərinə sərib qol-qıçını əzərsəm. Oqtay, aha, onu edə bilərsən, o sənin haqqındır. Qol-qıçım demək sənindir. Fəqət mən ondan əvvəl bu boş şüşəni götürüb sənin başına çırpa bilərsəm, şüşəni alıb Muxanın başına atır. Bu da mənim haqqımdır. Səməd, Oqtay, Oqtay. Muxan başını əyirkən yıxılır və qalır. Muxan, şeytan oğlu şeytan. Xaspolat onu saxlayır. Səməd, Oqtay. Oqtay, sən nəsən? Səməd, Oqtay, sən nə vaxt gəldin? Məni tanıyırmısan? Oqtay, mənim başım Durovun qəfəsi deyil ki, hər yoldan ötən əl ayaqlını saxlasın, gəzdirsin. Səməd, yaxşı bax, məni tanıyırmısan? Oqtay, yəni sən doğrudan da varsan? Tanımaq üçün varlığını mənə göstər. Mən sənin varlığına da şübhə edirəm. Səməd, necə yəni mən yoxam? Xaspolata, yazıq keflidir, dediyim bilmir. Oqtay, sübut göstər, sübut. Səməd, nə sübut, məni görmürsən? Oqtay, görünən hər şey var demək deyil. Yox, yox, mən bir daha gözlərimə inanmıram. Çox zaman onlar aldadırlar. Bəlkə sən bir kölgəsən, bəlkə güzgüdəki şəkillərdən birisən. Sənin həqiqət olduğuna bir sübut varmı? Xaspolat, səsini, sözlərini eşitmirsən? Heç güzgün kölgəsi də söylərmi? Oqtay, mən həqiqət sandığım çox səslərin, çox sözlərin sonradan bir yalan, bir əyləncə olduğunu görmüşəm. Aha, yəqin sən qramofonsan. Səməd, bununla heç danışmaq olmur ki. Oqtay, mən Səməd bəyəm. 10 il bundan əvvəl. Tanıdın mı? Oqtay, aha, bir zaman sənin paltarlarını tanıyardım. Özünü tanımıram. Artıq paltarla da kimsəni tanımaq istəmirəm. Xaspolat, Oqtay, bu sənin əziz dostundur, Səməd bəy. Oqtay, əziz dostum, tanımıram. İstəyirsən soyun səni paltarsız baxım. Artıq mən hər bir şeyi çılpaq görmək istərəm. Xaspolat, Oqtay, bir neçə il sənlə dostluq, qardaşlıq etmişik. Sənin bu halına acıyırıq ki, arxanca gəzirik. Oqtay, dostluq, qardaşlıq. Sanki bu sözləri ilk dəfə eşidirmiş kimi düşünür. Soyunun. İstəməzsiz mən sizi soyunduraram. Dostlar, qardaşlar, hanı mənim bacım? Hər iki sözlərini itirib mızıldanırlar. Dostlar, sizi arxasınca gəzdirən mən deyiləm. Puldur, pul. Xaspolat. Oqtay, bunları burax. Sən özün yaratdığın bir yerdən qaçırsan. Bugün səhnə hər cəhətcə səni təmin edə bilər. Oqtay. Mən qaçmıram. Mən düşünür, öyrənirəm. Səməd. Nə düşünürsən? Oqtay. Düşünürəm ki, dəyişən sizin başınızdır ya papağınız. Xaspolat. Oqtay, bircə gündə olsa. Oqtay. İstəmirəm. Hər bir şey həqiqət olan bir yer varsa, haydi gedək, yoxsa itilin. Mən artıq süni bir həyata soxulmaram. Həqiqət axtarıram, həm də yalan yox, əbədi bir həqiqət. Səməd. Oqtay, sən nə üçün bilərək özünü məhv edirsən? İndi hara gedəcəksən? Oqtay. Orada həqiqətə oxşar bir yer var ki, hər şey biraz olduğu kimi görünür. Ora. Xaspolat. Oqtay, səhnəmiz doğma bir ana kimi qollarını açmış səni gözləyir. Oqtay. Unutmayın ki, mən Oqtayam. Getmərəm dedim, getmərəm. Çıxarkən Muxan saxlamaq istəyir. Xaspolat. Dur, toxunma, sal. Al, pulunu verir. Oqtay. Çıxaraq labalə oxuyur. Qarlı dağlar aşaram, yorulmadan qoşaram. Bir ümid, bir işıq yox, bilməm neçin yaşaram. Səməd. Təqib edək deyilmi? Xaspolat. Mən edəcəm, çarəsi yox. Onu əldən buraxmaram, hər tükü bir qızıldır. Canım özünü tələf edir. Sevər. Çıxaraq. Ay qardaş, acam, xəstəyəm, kimsəsizəm, mənə kömək edin. Oqtay. Aha, çox gözəl. İndi sənin doğrudan da ac olduğunu biz nədən bilək? Sevər. Valla qardaş, acam, özüm də xəstəyəm. Oqtay. Yalan deyirsən, sən istəyirsən ki, pulları alasan, aparıb yığıb gizlədəsən. Sevər. Mənə gülməyin, bu qarın qiyamətin altında ehtiyatsız bir insan oturarmı?
Oh, mən bədbəxtəm. Məni danışdırma, heç bir şey istəmirəm, ancaq məni gülmə. Oqtay, yaxşı. O zaman neçin yaşayırsan? Madam ki yaşamırsan, uzan öl. Həyatdan artıq nə gözləyirsən? İndi görürəm hələ bir qədər gəncsən, fəqət dilənçisən. Bütün məhsunluğu, bütün solğunluğu ilə ilahi bir heyət təşkil edən bu gözəlliyə kimsə baxmayacaq. Pulun yox, kimsə səni almayacaq. Sabah getdikcə qocalacaqsan, üzün, gözün qırışacaq, daha fəna bir hala düşəcəksən. O zaman neçin yaşayırsan? Zavallı bəşəriyyət bilir ki, taleyi bu, dəyişməyəcək. Möhfun bir ümid onu sürükləyib aparır, hara özü də bilmir. Yaxşı, demək sən atsan. Sevər. Fəqət soyuq məni kəsmiş, dilim tutmur, danışdırmayın. Oqtay. Bax, mənim çörəyim var, sənə verərdim, ancaq nədən bilək ki, bu sözlər doğrudur? Bu iniltilər yalan deyil. Ürəyində onu aldatdım deyə gülməyəcəksən. Sevər ağlayır. Yox, ağlama. Bilirsənmi nə var? Dur, mən gedib bir bıçaq tapım. Yox, bu şüşə ilə sənin qarnını cırıb baxım. Doğrudan da açsansa onda bax, bu çörəyi sənə verərəm. Sevər. Özüm bacarmıram, öldürün məni, bu əzabdan qurtarım. Ağlayır. Oqtay. Yaxşı, al, zavallı, bu çörək sənin haqqındır. Bunu mən sənin üçün götürdüm. Buradan keçərkən səni görmüşdüm. Evim olsaydı səni aparardım, fəqət yoxdur. Oqtay Eloğlu xarabələr bayquşudur. Sevər. Aman, nə deyirsiz, siz kimsiz? Oqtay, mən bir kölgə. Sevər. Sən Allah, sən kimsən? Oqtay, hansı Allah? Çünki Allahlıq məsələsi hələ aramızda ixtilaflıdır. O deyir, mən səni yaratmışam, mən deyirəm, yox, mən səni yaratmışam. Sevər. Axı siz Oqtay Eloğlu adını hardan bilirsiniz? Oqtay. Bu ad bir zaman mənim adım idi, indi isə mən yoxam. Sevər. Oh, qardaşım, mən sənin bacınam, sevərəm. Oqtay. Sevər. Zavallı bacım, sənsən. Saadətini tanrım qədər sevdiyim bu xalq bircə səni də yaşatmadı. Xasbolat. Aman, nə böyük faciəyə təsadüf etdik. Sevər. Qardaşım, yazıq bacın. Ağlayır. Oqtay. Zavallı. Həyatın varlığımı unutturduğu qiyamətləri arasında 3 şeyi düşünürdüm. Bu zavallı xalqı, səni, bir də o bivəfanı ki sevirdim. Fəqət səni mən bədbəxt etdim. Mən varlı adlı bir adam olsaydım, hər gün yüzlərlə elçilər gələr səni almaq istərdilər. Fəqət bu hal ilə səni kim alacaq? Sən indi bir dilənçisən, gözəl də olsan almazlar. Bəli, sən dilənçisən. Qalx yavrum, sən də mənim kimi bir səfilsən. Bərabər gedək. Səməd yaxınlaşaraq, Oqtay. Oqtay, itil, toxunmayın bizə. Dostlar, nə istəyirsiniz bizdən, nə? Xasbolat, Oqtay. Oqtay, bəli, öyrəndim. Xasbolat, Oqtay, bu müstərib yavrunun xatirəsi içində olsa. Oqtay, müstərib yavru, ona yer verin, sabah axşam oynayıram. Xasbolat, mən indidən görürəm ki, xalq sabah məni bağrına basacaq, çiçəklər altında oxşayacaq. Mən sənin üçün hər şey taparam, sabah elan verirəm. Xasbolat, yaxşı. Pərdə. 5-ci pərdə. Səhnədə. Şekinski. Məni bircə şey kəsir ki, ne üçün bu cəmaatın ağlı yoxdur? Bu qapıları qırıb bileti bir-birinin əlindən qapan cəmaatdan Oqtayı olsa ya birisi tanıyır, ya ikisi. Qalanı heç görməyib. Nə cür oynadığını bilmir, bəlkə deginən heç oynamır. Xasbolat. Gündüz görmürdünmü nə gözəl oynayırdı? Şekinski. Mən görmüşəm də cəmaat ki görməyib. Xasbolat. Hər halda adını eşidiblər. Çoxsu da xidmətlər üçün onu sevirlər. Şekinski. Həm də o başqa bir tərcümə ilə oynayır. Bizim kitabla öyrənməsi gec çəkər. Aktyorlara maaş gərəkdir. Mazandaranski yüyürərək. Xasbolat əfəndi, Oqtay elə bir qrim eləmiş ki, nə deyim? Şekinski. Durun, hələ bu gecə ayıqdır. Mazandaranski. Yox, sizin canınız üçün mən qapının deşiyindən baxırdım. Daha səhərki adam deyil. Sanki 12 yaşı varmış, quş kimi. Amma bilmirsiniz, geyindi, güzgəyə baxdı, düşündü. Birdən əlləri ilə üzünü örtüb divan üzərinə düşüb qaldı. Xasbolat. Biz onu iskidən ayıra bilərsək, o bizim səhnəmizin ulduzu olacaq. Mazandaranski. Onda Şekinski bir fındıq. Şekinski.
Mazandaranski, haydi səhnədən. Min yol demişəm, səhnəyə ayaq basmayın. Mazandaranski, daha acığın nə üçün gəlir? İndi nə rejissorluğu əlindən alan var, nə premyerliyini. Şekinski, adamı da kəsən orasıdır. Hər gəldi gedəri. Mazandaranski, Şekinski, sən rejissorsan, amma bağışla ha. Öz vicdanınla söylə. O yazıq nə qədər sənin üçün əmək sərf edib. Səni də, məni də o adam etmiş, araya çıxarmışdır. Şekinski, görürəm nə cür olmusan. Mazandaranski, əlbəttə, mən heç özümü səndən əski adam bilmirəm. Sən nəsən məgər? Onun yanında heç nə deyilsən. Şekinski, rədd ol deyirəm sənə. Bu saat səhnədən çıx. Xasbolata, baxın, deyirəm sizə bundan sonra hər yetən gəlib yenə bir ağa olacaqsa, mən əlimi ağdan qaraya vurmaram. Xaspolat, yaxşı, yaxşı, nə oldu? İndi sənə nə dedilər? Gəl görək Oktay nə edir? Gedirlər. Mazandaranski, qorxma, sənin kimi rejissorluq üçün ölmür. Ona buna yaltaqlanmaqla, ona yalvarsalar da boynuna götürməz. O nanəcib deyil, bilirmisən? Gedirlər. Tamara girir. Şekinski, bəs sən gəlməyəcəkdin, 7 sözüm vardı. Tamara, gəlməyəcəkdim, amma fərqi yox. Deyəcəm ki, xəstəyəm, ancaq sonra... Şekinski, mən dedim ki, hər şeyin cavabını mən verəcəm. Deyərdən xəstə idim, vəssalam. Tamara, onsuz da deyəcəm, çıxmıram, öldürməyəcəklər məni ki. Şekinski, ondan başqa təzə bir şey də var. Bugün bir nəfər, Daniyar bəy Qalaçıxanov mənə 500 manat pul göndərib ki, Oktayın çıxışına yol verməyim. Öyrəndim, dedilər, bilmirəm. Keçmiş arvadı ilə nəysə bir işləri varmış. Bu bizim aylıq maaşımız. Onu xalqın gözündə bu gecə elə öldürüm ki. Tamara, 500 manat? Şekinski, deyirəm, zəngin bir qadın almış, milyonlarla pulu var. Onlar üçün nədir ki? Sən get uzan ki, xəstəyəm, amma çıxmayasan, ha. Bugün Oktay belə bir zərbən alarsa, oyun yatırlarsa, sabah bir daha oynamaz. Olmasa, sabah mən xəstələnərəm. Sabah gecə də biabır olarsa, demək, qiyamət edək getdi. Tamara, yaxşı, mən gedib uzanıram, yoxsa lap açıq deyərəm, dəlinin biri ilə oynamıram. Dursun və Oktay gəlir. Oktay, doğrudanmı Azərbaycan qadınlığı sənətkar bir qız yetişdirə bilmir? Hələ çox çalışmalıdır. Tamara, yenə əski mahnıları başlamısınız. Sanki bu xalq səhnədə adam deyil. Oktay, Tamara, sən daim yersiz hiddətlənirsən. Fəqət anla ki, bir gürcü qızı Tatyananı ya mən Onegini oynaya bilərəm. Fəqət bu, Rus xalqının bütün ruhunu, bütün incəliklərini əks etdirən bir Onegin, bir Tatyana ola bilməz. Daha zəif bir Rus aktrisası bir Tatyananı daha biraz zəhmətlə, daha gözəl oynaya bilər. Çünki ruhu həmin mühit üçün mərbutdur. Həyatda elələrin çox görmüş. O özü bir Tatyanadır. Tamara, bu qədər Avropa aktyorları oynayırlar. Oktay, Avropa gün doğuşu anlamır. Onun heç bir vaxt doğru təsəvvür etməmişdir. Bir Azərbaycanlı qızı yaratmaq üçün xalqın bütün ruhunu, hissiyatını, tarixini, adət və ənənatını görünməz incəliklərinə qədər bilməli, onun dərinliklərindən, onun mühitindən çıxmalı, bəlkə bir Azərbaycanlı olmalıdır. Sənətkarlar hamısı bir ailədir, fəqət Tamara, bu 15 ildə bacardıq, yaratdıq. Yenə Oktay gəldi, biz bacarmırıq. Gəlsin bir Azərbaycanlı aktris oynasın, pajalusta. Mən hər sərxoş səfildən söz çəkmək istəmirəm. Çox deyərsən, heç oynamaram da. Oktay, Tamara, mən sərxoş da olsam sözlərimi anlayıram. Tamara, pajalusta. İndik elədi, mən heç oynamıram. Oktay, ehtiyac təkamülün babasıdır. Xalq görər ki, səhnəsində qadın yox, öz arasından tapar verər. Xaspolat, nə var, nə olmuş? Tamara, neçin geyinmirsiniz? Tamara, mən oynamayacağım. Xaspolat, necə oynamayacağım? Burası başlı başına deyil ki, cəmaat salına dolmuş. Tamara, biz yaramırıq və oynamırıq, vəssalam. Bu saat çıxıb gedəcəm. Özüm də xəstəyəm. Xaspolat, yaxşı, yaxşı, bunları sonra da danışarıq. Hələ bu gecə geyinin. Tamara, mən qəti deyirəm, oynamayacağım. Mən öz mənliyimi hər yoldan ötən bir səfil üçün tapdayan deyiləm. Xaspolat, nəhayət, mən müdürəm, əmr edirəm. Belə qəti bir gecədə, yoxsa mən sabahdan başqa aktrisalar. Tamara,
İstədiyinizi edin, pajausta. Tapsanız götürün. Boğazıma ip də salsız oynamaram. Şekinski. Elə də heç bir aktyor işləməz. Gəlib onu tutanda ki, sən oynamaz da. Nəhayət heç kəs razı olmaz ki, hər səfil, hər yerindən qalxan. Oktay. Şekinski. Bəli, Oktay bir səfildir. O tapdalanmalıdır. O, dursun, Allah eşqinə bir şüşə şərab. Bu zavallı bəşəriyyətə, bu dar ürəkli gülünc insancıqlara, bu insan görkəmli əqrəb ürəkli həşərata ayıq baxa bilmirəm. Gedirlər. Xasbolat. Dursun, yox, onu sakit et. Tamara, görürsünüz ki, o bir zavallıdır. Keçirdiyi faciələri siz bilsəz, ürək sınıqdır. Yaxşı, sizə nə demişsə mən qəbul edərəm. Tamara. Doğrusu mən oynamayacağım, özünüz bilin. Şekinski. Haqqı da var. Kimsə də ona bir söz deyə bilməz. Xasbolat. Axı sən də bir düşün. Neçə gündür bayram, teatr bağlı, boğazımdan çörək getmirdi. Biletlər 1-3 qiymətə. Hər yerdə 3 adam oturub. Bayaq müxtəsər hesabladım, teatrın bir aylıq xərci durulur. Bu qədər cəmaatı qaytarmaq. Axı bunu getdim, tapdım, yalvardım, söz verdi, qaçmır da. Tamara, axı belə iş olmaz, yalvarıram sizə. Tamara. Öldürsələr də oynamayacağım. Şekinski. Mənə nə var, özünüz bilərsiniz. O öz şərəfindən keçərsə, sanki mənim sözümlədir. Tamara. Daha bəsdir, mən çəkdim. Xurşid dünən səhnəyə çıxmış, sizinlə tanışdı. Səlmanı ona verərsiniz, Tamaradan yaxşıdır. O biri gəlir ki, Azərbaycanlı qızı belə gəldi, cəhənnəm olsun hamısı. Xasbolat. Tamara, bu gecə ölmüşəm, məni yerdən götürün. Ant verirəm sizin oğlunuzun canına. Tamara. Oynamaram deyirəm vəssalam. Çıxıb gedir. Xasbolat. Ay Allah, indi nə edəcəyik? Şekinski. Elan verin ki, bu gecə oyun olmayacaq, bu qədər. Xasbolat. Bura dövlət teatrıdır, oyuncaq deyil. Tutturaram onu. Aktyorların bir aylıq donluğu. Şekinski, siz Allah bu işi bir cür eləyin. Dursun. Xurşid İvanova evdə idi, biraz xəstə də olsa. Xasbolat. Aha, bu saat dursun, min arabaya gətir gəl. Yaxşı yadıma saldın. Şekinski. Heç bir şeydən xəbərsiz nə cür oynayacaq, həm də xəstə. Xasbolat. 100 yol oynamış, bir cür keçər. Tez. Dursun gedir. Şekinski. Görərik. Pərdə inir, işıqlar yanır. Salon. Firəngiz, Nərgiz lojaya gəlir. Elxanlı. Vaxtı. Əl çalınır, işıqlar sönür. Başlayın. Firəngiz. Of, Nərgiz. Xatırlayıram ki, tam 13 il bundan əvvəl həmin bu yerdən onu ilk əvvəl və indicə oynayacağı rolda görmüşəm. O zaman 2 cocuq könül. Nərgiz. Ay qız, yavaş, xalq eşitdi. Firəngiz. Aman Allah, bilmirəm onu görəndə nə olacam. Ürəyim döyünür. İlk görüşdə özümü saxlaya bilərsəm. Nərgiz. Ağıllı ol, birdən bağırıb eləyərsən, biabır olarıq. Firəngiz. Oh, Nərgiz. Bədbəxt həyatımın qaranlıqları içində illər uzunu eşqini bəsləyib, gecələr bir məbud kimi xəyalını qucduğum bir adamı. Xatirat. Nərgiz, anla ki, mən onu sevirdim. Ayrılıq eşqin süd anasıdır. Sən bilsən o yazıq nə bəlalar çəkmiş. Öz bacısı mənə söylərkən ürəyim parçalanırdı. Bunların hamısına bais mənəm. Yox, mən deyiləm. Onlar, o canavar, həm də atam, qardaşım, o daş ürəkli insan tacirləri. Nərgiz. Yavaş qız, indi Aslan bəy gəlib eşidər. Fəqət heç dilindən düşməyən bir adamı nə cür olub da gedib görməmişsən. Firəngiz. Nə üzlə gedəcəm? Hələlik gözümə görünmək, əhvalımı pozmaq istəmirəm. Özdəmir. Vaxtı, başlayın. Əl çalınır, Xasbolat pərdə qarşısına çıxır. Xasbolat. Cənablar, bugün böyük bir sevinclə ilk çıxışını görməyə gəldiyiniz və bu qədər səbirsizliklə gözlədiyiniz Oktay oğlu dəfələrlə gördüyünüz adi qastrolyorlardan deyildir. O səhnəmizin tanrısı qədər sevən, eyni vaxtda səhnənin tanrısı olan, səhnəyə doğma bir ana kimi baxan, eyni vaxtda Azərbaycan səhnəsinin doğma anası olan, ikincisiz böyük bir sənətkar, sarsılmaz, fədakar bir sənət mübarizidir. Bir çox səbəblərdən 10 illik uzun bir müddətdə səhnədən ayrılmaq məcburiyyətində qalmışsa da, bugün yenidən Elxanlı, Özdəmir və başqaları əl çalaraq görmək istəyirik, səhnəyə çıxsın, yaşasın Eloğlu. Xasbolat çəkilir, pərdə qalxır.
Oqtayı bürüyərək və gəlmirmiş kimi dartaraq səhnəyə gətirirlər. Qızlar, oğlanlar, gəlinlər, bütün xalq onu gürültülü alqışlarla qarşılayır. Başına çiçəklər səpirlər. Eyni halda qatışıq səslər eşidilir. Özdəmir, yaşasın Azərbaycan səhnəsinin sevinci, anası və sevimli oğlu Oqtay Eloğlu. Elxanlı, yaşasın Azərbaycan sənətinin böyük mübarizi Oqtay Eloğlu. Oqtay, əziz vətəndaşlarım, mən və mənə qarşı bu hissiyat heç, fəqət məni sevindirən xalqımızın bir ideal kimi bəslədiyim bugünkü tərəqqisini, mən ki sizi sevirdim. Ağlayıb susur, eyni halda xalq gürültülü alqışlarla. Elxanlı, yaşasın səmimi sənətkarımız, ura, alqışlar arasından. Xaspolad, vətəndaşlar, xüsusilə tələbə qardaşlar, gənclərimizin bağrından qopan bu coşqun hissiyata hər kəs, xüsusilə şəhnə işçiləri sevinirlər. Fəqət Oqtay hazırlanacağı üçün hissiyatınızı gizləyib, aktyoru ancaq pərdələrin və oyunun sonunda təbriklə oyunun gedişinə mane olmayacağınızı ümid edirik. Əl çalınır, pərdə. Firəngiz. Ox, Nərgiz, dayana bilmirəm. Ağlayır. Nərgiz. Firəngiz, dəli deyilsən ki, xalq baxır. Firəngiz. Nərgiz, xatirət məni məhv edir. Həm də belə yüksəlməsinə sevinirəm. Bir uşaq Firəngizə bir məktub verib gedir. Firəngiz bir istirabla getdikcə pozulur, oxuyur. Nərgiz, qoy düşmənlər ağlasınlar. Firəngiz, aman, nə dəhşətli xəbər. Səməd bəyə yalvarmışdım, yazır, kağızı verir. Bu qədər gürültüdən sonra onu üzü qoyulu çırpıb tapdamaq, təhqir etmək. Nərgiz, aktris oynamaq istəmir. Nəhayət bu canavarlıqdır, belə iş olmaz. Firəngiz, onu zəll etmək istəyirlər, edərlər də. Ürəkləri mi yanacaqdı? Nərgiz, Allah göstərməsin elə şeyi, onda nə olar? Bu qədər gürültüdən sonra bilmirəm bu qədər qızdan biri nə üçün səhnəyə getmir. Firəngiz, Nərgiz, mən sənin kimi olsaydım gedərdim, fəqət mövqeyim elədi ki. Nərgiz, gedəcəm, ancaq. Firəngiz, nədən bilmirəm, qorxursuz. Sara deyir, Gülgəz deyir, sən deyirsən səhnəyə gedəcəm, heç biriniz tərpənmirsiniz. Nərgiz, yox da, heç kəs getməmiş biz durub araya atılmayacaq ki, heç olmasa 2-3 nəfər getsin. Firəngiz, axı bu birinci kim olsun, cəhənnəm olsun 1-2 nəfər, sanki sən onlardan biri olmazsan. Belə qəti bir gündə mən gedərdimmi? Fəqət bilmirəm, o canavar yenə mənim adıma min cür söz çıxaracaq, məni ləkələməyə çalışacaq. Sənin kimi olsaydım. Nərgiz, yox canım, oyunu saxlamazlar. Firəngiz, elə bir şey olsa inan ki ürəyim partlayar. Xaspolad çıxır. Xaspolad, cənablar, nə qədər acı bir xəbər də olsa bildirməliyəm ki, aktrisa Tamara Pavlova xəstə olduğundan bu gecə oyun olmayacaqdır. Yaxın günləri gözləmək istəməyənlər yerliklərinə qaytara bilərlər. Özdəmir, Tamara biraz bundan əvvəl sağ-salamat faytonla gəldi. Elxanlı, Tamara Pavlovanı bu saat gözümlə burada gördüm. Xaspolad, buradadır, ancaq xəstədir. Başqa aktris üçün də göndərildi, o da xəstədir. Səməd bəy, xəstə deyil. Nərgiz, cəmaat içində doktor var, gəlsin xəstəliyini təsdiq etsin. Elxanlı, xalqı ələ salmamışsınız. 2 saat yerli üçün zəhmət çəkmişik. Olmaz, gərək oynansın. Xaspolad, mən də istərdim oynansın, ancaq aktrisa yoxdur. Nə edə bilərik? Nərgiz, onu məhkəməyə cəlb edərik. Xəstə deyil, borcu da oynasın. Məcbur edin. Xaspolad, hər halda oynamır. İnanmırsınız, özü gəlsin, söyləsin. Elxanlı, gəlsin, özü gəlsin. Xalqı oynadırsınız, özü gəlsin. Xaspolad gedir. Səməd bəy Firəngizin lojasına gəlir. Firəngiz, onu öldürürlər. Belə bir gündə mən gedər, onu yalqız buraxmazdım. Fəqət onun böhtanları yolumu kəsib. Kaş mən sənin kimi sərbəst olaydım. Səməd bəy, bilirsinizmi, sizə yazmışdım. Bayaq getdim, öyrəndim. Rejissorun Oqtayı gözü götürmür. Gəlib ona rəqib olacağından qorxur. Aktris ilə sözləşmiş. Oqtayın bir sözünü bəhat edib oynamıram deyir. Oqtayın nüfuzunu qırmaq, xalqın gözündən salmaq, ləkələmək istəyirlər. Ancaq mən xüsusi eşitdim ki, Daniyar bəy də rejissor üçün çoxlu pul göndərib ki, Oqtayın çıxışına yol verməsin. Oqtay təbii bunu bilmir, amma onsuz da çox tutqundur. Firəngiz, bilmirəm, neçin bu canavar o zavallının yolunu kəsir.
Xaspolad və Tamara çıxır. Səməd bəy yerinə gedir. Xaspolad, bu da aktrisa. Özündən soruşa bilərsiniz. Tamara, xəstə olduğumdan oynamadığım üçün üzr istəyirəm. Səməd bəy, xəstə deyilsiz. Elxanlı, söyləyə bilərsiniz, oynaya da bilərsiniz. Özdəmir, sizin borcunuzdur, biz sizi məhkəməyə cəlb edərik. Tamara, deyirəm ki, xəstəyəm. Elxanlı, yalandır, oynaya bilərsiniz, artıq söz istəməz. Tamara, məni söyləmək istəmədiyim bir çox səbəbləri açıq söyləməyə məcbur etməyin. Elxanlı, söyləyin, səbəbini söyləyin. Tamara düşünür. Firəngiz, aman, qorxuram ki... Elxanlı, madam ki söz tapmırsınız, başlayın. Tamara, bir səbəbi yox, hər yetən səfil bir sərxoşla səhnəyə çıxmıram. Firəngiz, ox, yırtıcı qadın. Səməd bəy, halbuki sizi o aktyor etmişdi. Tamara, hər halda mən öz həyatımı yarım dəli bir adamın əlinə tapşıra bilmərəm. Nəhayət mən öz həyatım üçün qorxuram. Firəngiz, Nərgiz, o baxır. Mən onun tapdanmasına dözə bilmərəm. Məni buradan çıxart. Özdəmir, əvvəldən bildirəydin. Tamara çıxmaq istəyir. Tamara, mən səbəbini söylədim, artıq əff edərsiz. Gedir. Elxanlı, başqası oynasın. Xaspolad, göndərdik, başqası da yox. Tapıb verin, sözüm yox, oynasın. Səslər, xalqı oynadırsınız, hamısı yalandır. Məhkəməyə cəlb etməlidir. Oqtay, səfil xalq, nə bağırırsan? Səndə sənətkar bir qadın yox, varsansa yarat, yanatmırsansa sus, uzan, öl. Bayaqdan bəri bir istirab içərisində çırpınan Firəngiz coşqun bir hissin əzilən təsir altında bağırır. Firəngiz, mən bu rolu oynaram. Oqtay gedir, hamı susub ora baxır. Nərgiz, Firəngiz. Firəngiz, burax, mən onu elə zəlil görmək istəmirəm. Xaspolad, dildə deyirsiniz, amma gəlməzsiz. Həm də sözlərini nə vaxt öyrənəcəksiniz? Belə hazırlıqsız bir halda bu gecə olmayacaq. Firəngiz, mən bu rola hazıram. Bu saat oynaya bilərəm. Xaspolad düşünür. Elxanlı, bacarar, bacarar. Xanım söyləyir ki, oynaya bilərəm. Xaspolad, mənim də düşündüyüm orasıdır. Ancaq qorxuram bir gecədə sözlərini... Firəngiz, oynaya bilərəm, deyirəm sizə. Hərəkətlərini də, sözlərini də əzbər bilirəm. Soruşa bilərsiniz. Elxanlı, bacarar, bacarar. Biz yadımızda saxlarıq ki, hazırlıqsız çıxmışdır. Xaspolad, yaxşı, xanım buyursun səhnəyə. Aslan gəlir. Nərgiz, Firəngiz, sən nə etdin? Firəngiz, burax, mən onu məhv etmişəm, indi diriltmək istəyirəm. Aslan, Firəngiz, sən hara gedirsən? Firəngiz, mən artıq çocuq deyiləm, artıq öz taleyimi özüm idarə edə bilərəm. Gəldim. Gedirkən xalq əl çalır. Firəngiz səhnəyə çıxır. Xaspolad, heç səhnədə olmuşsunuzmu, xanım əfəndi? Firəngiz, yox, studiyaya getmişəm. Bu rolda orada keçmişəm. Onsuz da bilirdim. Xaspolad, yaxşı, Şekinski. Şekinski, mən xam bir aktrisanı səhnəyə buraxa bilmirəm. Firəngiz, mən bilirəm. Nə istəyirsiniz soruşun. Xaspolad, suflyordan kitabı alıb oxuyur. Xaspolad, deyin, 3-cü pərdədə Amaliyanın Fransadan ayrıldığı zaman dediyi sözləri. Firəngiz, yaxşı, məni sevirsənsə, ricamı qəbul edər misən? Xaspolad, həyatımdan artıq olmayan xahişini qəbul edərəm. Firəngiz, qəbul edərsən, deyilmi? Mənə nifrət et, məndən uzaqlaş. Gönlümdə Karlın eşqini bəslərkən sənin məhəbbətinlə uğraşmaq mənə yaraşmaz. İndi get, məni tək burax. Xaspolad, gedin geyinin. Şekinski, Tamara geyinir. Firəngiz, gəldim. Artıq arxam bir uçurumdur, geri dönə bilmərəm. Çəkilin. Zəhərli gülüşlər altında yüngül bir yaramaz kimi geri qayıtmaqdansa, bu ananın doğma yavrusu mənəm. Mən oynayacağım. Xaspolad, gedin geyinin. Səhnə qarşısına çıxaraq. Cənablar, bugün Azərbaycanın bütün gün doğuşun görmədiyi xoşbəxt bir günü görürük. Bugün hər kəsə bəlli olan səhnəmizin böyük dahisi Oqtay Eloğlu ilə yan yanaşı, tariximizdə ilk dəfə olaraq səhnəmizə Azərbaycanlı qızı çıxır. Bugün bizim üçün böyük bir tarixi gün, bir bayram olmalıdır. Yaşasın ilk əvvəl öz sonsuz anasının qoynuna atılan doğma yavru. Xalq əl çalır. Özdəmir, yaşasın ilk qaranquş, ura.
Elxanlı, yaşasın azad Azərbaycan sənəti. Özdəmir, yaşasın azad Azərbaycan qızı. Sürəkli alqışlar, pərdə. 6-cı pərdə. Qaçaqların 8-ci pərdəsi. Qrim. Sən öz sadiq qullarının üzünə baxmaq istəmirsən? Oqtay, Karl rolunda. Bu dəfə də mənə sadiq olmuşsunuzsa, vay sizin halınıza. Qrim. Sənin sadiq qulun Şveysterlə Sonvidən. O bir daha gəlməyəcək. Oqtay. Necə? Onu tapmadınız mı? Şvarts. Ölüsünü tapdıq. Oqtay. Şükür sənə ilahi, bir bəladan qurtardımsa işim düzəldi. Qaçaqlar. Firəngizi Amaliyanı gətirərək, Ataman, Ataman, sizə çox gözəl bir töhfə. Firəngiz dayısının qucağına atılaraq, ah dayı, dayı. Mor, Amaliya, Amaliya, mənim qızım. Firəngiz qalxıb Oqtaya tərəf gedir. Firəngiz, Karl, Karl. Oqtay onu görüncə diqqətlə baxır. Böyük bir həyəcan içində dili dolaşıb özünü itirir. Firəngiz, sənsən, yuxu mu görürəm? Of, ilan, əqrəb. Bunu mənim yanıma kim gətirdi? Firəngiz şaşırır, özünü toplayaraq, əziz Karlım, ah sevgili Karlım, yenə mənimlədir. Oqtay, of, uzaq, aman, ayırın onu məndən. Qoy bütün dünya məhv olsun. Kim, hansı canavar məni bu hallara saldı? Kim məni yenidən bura gətirdi? Yaşamalı deyil bu çirkin həşərat yurdu. Həlak ol. Firəngizə, həlak ol. Suflyor, oğlun qaçaqların başçısıdır, təkrar edir. Oqtay, təkrar edir. Dedə, Mor yavaşdan. Sözünü dedə, öləcəm axı. Oqtay inləyərək ağır bir böhran keçirirmiş kimi çırpınırkən, Mor, sözünü dedə, məyus olunca yıxılır. Mən daha öldüm. Ölür. Firəngiz, Oqtayı qucaraq, sən qatilsən, şeytansan, mələksən, hər nəsən, mən özümü ağuşuna atıram. Oqtay, yalan deyirsən, o da yalandı. Sabah həmin bu sözlərlə bir başqasının ağuşuna atılacaqsan. Firəngiz yavaşdan. Oqtay, neçin belə eləyirsən? Sözlərini söylə də. Oqtay, üzülərək, acı gülüşlərlə. Nə söyləyim, nə? Şahqulu, canım, bu belə neçin oynayır, özündən danışır. Mazandaranski, bilmirəm, gündüzdən deyirdi kitabın tərcüməsi yaxşı deyil, bəlkə özü bildiyi kimi oynayır. Suflyor, Karl, sözlərini söylə də. Oqtay, bilmirsən mən kiməm? Firəngiz, mənim əziz sevgili Karlım. Oqtay, yalan deyirsən. Burax bu boş komediyaları. Mən Karl deyiləm. Mən 10 il sənin eşqinlə bütün dünyanı gəzmiş, sürgünləri, dustaqları, Sibiri dolaşmış bir səfillər padşahıyam ki, bir zamanlar ona Oqtay Eloğlu deyərdilər. Firəngiz yavaşdan. Oqtay, əzizim, biz səhnədəyik. Oqtay, yox, yox, mən artıq bu süni həyatın içində dura bilmərəm. Mənə həqiqət gərəkdir. Mən gedirəm. Qaçaqlar. Dayan xain, Bohemiya meşələrini unutma. Verdiyin söz əsasında sona qədər bizimlə getməlisən. Yüzlərlə qurban verilmiş Amaliya da onlardan biri. Oqtay, bəli, Amaliya. Firəngiz, niçin gəldin? Niçin daim həyatımın keçidlərinə görünüb məni məhv edirsən? Mən istəyirdim ki, axı mən bu səfil həyatı buraxıb dönmək istəyirdim. Niçin yenidən mənim yolum üzərinə çıxıb onu kəstin? Çəkil, Allah eşqinə çəkil. Bir daha mənim gözlərimə görünmə. Mən artıq gedir, həm də əbədilik olaraq gedirəm. Mən səfillər padşahı idim, yenə o olacam. Firəngiz, dayan. Əvvəlcə məni öldür, sonra get. Oqtay, çəkil. Mən öz arzularımı idarə etməyi bacarmayan, özünü dolandırmaq üçün özündə qüvvət tapmayan zavallı, gülünc bir məxluqa əl açmaq istəmirəm. Aldanırsan, mən bu kiçik intiqamlardan çox yüksəkdəyəm. Getmək istərkən Firəngiz qaçaqlara. Ey şeytan şagirdləri, siz mənə yardım edin. Başçınız qorxaq və yalançıdır. Oqtay, qaçaqların tüfəngini itələyərək, yox, mən yalançı deyiləm. Mən səni sevirdim, fəqət sən yenidən nə istəyirsən? Yox, yox, burax bu süni həyatı. Mən böyük bir idealı kiçik bir oyuncaq görmək istəmirəm. Bu süni dünyadan uzaq, parlaq bir həqiqətə. Firəngiz, Oqtay, nə danışırsan? Sən məni öldürməlisən. Mənim artıq sözüm qalmamış. Oqtay, bəli, səni öldürməliyəm. Çünki mən öz idealımdan, öz eşqimdən, öz taleyimdən, öz tanrımdan intiqam alasıydım. Fəqət, Firəngiz, kimsən sən, kim? Oqtay, mən səni sevirəm. Çıxıb hamısını danışarıq.
Oqtay, yalan deyirsən. Artıq məni aldada bilməzsən. Başqa bir rəngə boyanıb tarixi təkrar etdirə bilməzsən. Yenə yalan, yenə hər şey süni. Mən artıq həqiqəti anlamaq istəyirəm. Of, tökül gözlərim, tökül yerə. Madam ki, həqiqəti görə bilmirsən, tökül. Sən osan. Fəqət səni qucmaq, susmaq, durmaq, əbədilik məhv olmaq. Yox, artıq sən o deyilsən. Sən artıq o ola bilməzsən. Sən bir daha bu məsum qızartıları, bu pək həyatı, bu sevimli görkəmi qaytara bilməyəcək, yarada bilməyəcəksən. Göstərə bilməyəcəksən. O indi tapılmaz. Aç mənim könlümü, tam mənası ilə bir firəngiz ancaq orada tapıla bilər. Sən artıq yoxsan, mənim sərt cöhrəmə başqa üfüqlər gülümsəyir. Firəngiz. Oqtay, indi mən nə etməliyəm? Oqtay, sən ölməlisən. Mən mənəviyyatımda bir ideal olaraq yaradıb gizlədiyim mini-mini bir məxluqu qara torpaqlarda sürünəcək qədər rəzil olan bu həşərat içində görmək istəmirəm. Xatırlayırmısan bir zaman süni həyatın nə olduğunu həmin Karlın bıçağı ilə sənə öyrədirdim. Göstərir. Belə. Fəqət indi doğru bir həyat öyrətməliyəm. Uzaq, bu sünilikdən uzaq. Bir həqiqət ol. Mənə də bu həqiqəti anlat. Mən onu axtarıram. Onu bilməliyəm, öyrənməliyəm. Bax belə. Bıçağı doğrudan da Firəngizin köksünə sancır. Firəngiz. Aman, aman, nə üçün? Qorxma, mən onsuz da səni bağışlayıram. Oqtay, yox, sən həqiqəti mənə anlat. Mən onu görmək istəyirəm. Hanı, görünürmü? Qaçaqlar. Ataman, sən nə etdin? Oqtay. Tam ürəyindən vurdum. Bir dəqiqədə tamam oldu. Şahqulu. Canım, bu doğrudan da vurdu. Deyirəm, qaçaqlar da sözlər yoxdur. Xaspolat, pərdəni salın. Zanaves. Mazandaranska. Pərdəni verin. Suflyor, senarius. Bağırır. Oqtay. Bəli, doğrudan. Yetər süynilik, yetər yalan. Siz həqiqəti mənə göstərin. Mən onu görmək istəyirəm. Yox, onu körlər görməzlər. Gəlin, mən sizə göstərim. Budur həqiqət. Toxunmayın. Pərdələri səhnənin ortasına atır. Yavrum, nə qədər gözəlsən. Yalan deyirlər, mən səni öldürmədim. Sən yaşayırsan. Sən buradasan. Köksünə vurub göstərir. Mənim bağrımdasan. Ölən bu səfilin quraşdırdığı bir yığın ət, bir yığın sümükdür. Aparın məni buradan. Mən bura gəlirkən bir balıqçı gördüm. O da yalandı. Yalan deyir Şiller. Aslan, tutun bu sərsəmi. Oqtay, bir insan idealı barmağında altın üzük gəzdirməz. Bu altınlar onlara gərəkdir. Onlara. Üzükləri çıxarıb Aslan bəyin başına çırpır. Xaspolat içəri atılır. Aman, bir doktor, zavallını doğrudan öldürmüş. Oqtay, bəli, doğrudan. Bütün həyatını süni görünüşlərlə keçirən, varlığı məchul zavallı bəşəriyyət. Nə istəyirsiniz bu sünilikdən? Həm də nə qədər gözəl. Qaldırın bu divarları belə. Qələni vurub yıxır. Elə bir həyat qurulmalıdır ki, orada hər söz bir qanun, hər şey bir həqiqət olsun. Hər şey göründüyü kimi deyil, olduğu kimi görünsün. Belə. Sən də ey böyük sahir, söndür bu günəşləri, ay, ulduzları, süni işıqlara lüzum yox. Dünya qaranlıqdır, qoy qaranlıq görünsün. Qaldır bu güzgüləri. Qoy bu şaşqın bəşəriyyət bir dəfə də olsa həqiqət görsün. Görsün ki, o bir heçdir. Sən özün də bir heçsən, yaratdıqların da. Bacarmırsan, yaratma. Yaradırsan, yaşat. Sən yaratdığın Firəngiz indi yoxdur. Fəqət mən yaratdığım Firəngiz əbədidir. Onu kimsə öldürməz, o solmaz, qocalmaz, usandırmaz, getdikcə gözəlləşər. Özün söylə, kimdir daha böyük sənətkar? Sən ya mən? Nərgiz, Firəngiz, ölmüş. Oqtay, yalan deyirsiz, o ölməmişdir, o mənim bağrımdadır. Aslan, tutun onu. Şahqulu, canım, əlində bıçaq var. Oqtay, bıçaq, al. Atır. Fəqət istəməz. Mən özüm gedib özümə ədalət divanına təslim edəcəm. Yox, onu Şillerin diyalları edə bilər. Səfillər padşahı Oqtay Eloğlu onu etməz. Mən dünyada ədalət divanı adına bir şey tanımıram. Hamısı yalandır. Yalan deyir Şiller. Mən yenə ancaq bu zavallı xalqı tanıyır, ona müraciət edirəm. Ona təslim oluram. Son söz onundur. Qoy o söyləsin kimdir müqəssir. Yaşadaraq öldürən, öldürərək yaşadan. Sevərək parçalayaraq sevən, əliqanlı səfillər padşahı Oqtay Eloğlu mu?
Bu zavallı günahsız yavrumu? Əski mühitin bu gülünc heykəlimi? Və yaxud Alman dahisi böyük Şiller özümü? Pərdə.